Salam dostlar, axşamınız xeyir olsun. Yayımı yeni açmışıq. Zəhmət olmasa ekranı bəyənək və paylaşaq. Ekranı zəhmət olmasa bəyənək, paylaşaq dostlar. Zəhmət olmasa ekranı bəyənək, paylaşaq. 310 nəfərlik. Biraz qalxsın yuxarı qoşacaq. Yeni gələn hər kəs salamlayıram dostlar. Zəhmət olmasa ekranı bəyənək, paylaşaq. Vüqar, axşamın xeyir Vüqar. Salam Müşfiq müəllim, hər vaxtınız xeyir. Necəsən ay Vüqar? Sağ olun, yaxşı olasınız. Gününüz uğurlu olsun. İzləyiciləri də salamlayıram, moderatorları da salamlayıram. Məni atmayanlar zəhmət olmasa məni ataq. Canlını bəyənək, paylaşaq. Bizim yuxarıda hədəflərimiz var. Hədəflərdən ataq. Misafirə qoşulan izləyicilərdən də xahiş edirik. Canlını bəyənməsinlər. Bir də misafirdə gözləyənlər zəhmət olmasa mikrofonu bağlı saxlasınlar. Kimin yanında ekspertiza rəyi, məhkəmə qərarı varsa, sənədləri də yanınızda saxlayın ki, Müşfiq müəllimin suallarına tez cavablandıraq. Mirələm, buyurun. Yo müəllim, axşamınız xeyir, əlimdəyim müəllim. Sağla Başa bağışlayın. düşdüm, Mirələmin əlindəyik. Süleyman, buyurun. Səsim gəlir. Buyurun, gəlir, bəli, danışın. Salam, necəsən Müşfiq müəllim? Sağ olun, təşəkkür, siz yaxşı olun. Müşfiq müəllim, bizim uşaq toyda yüngül davı olub, toyda. Burun sınıq olub yumruqla. Amma başqa uşaqlar da olub da davada. Buna 221 qoyublar. Bu zərər çəkmiş bağışlama versə, məhkəmədə nə ola bilər bu uşaq üçün? Baxır, 221 hansı bənddir də? 221-in bəndləri var. Birinci bənd, ikinci bənd. Bir deyəsən var idi, qardaş. Bir var orada. Biri gördüm. Sizin uşaq sındırıb onun burnunu. Bunun yumruğu ilə sınandı. O da ekspertdən rəy alıb da, burnun sınığı var. Bildim, nəyin üstündə dalaşıblar? Söyüş verib, elə bir burun sınanın qardaşı söyüş verib. Bu qardaşı vurmaq əvəzindən yumruq təsadüfən o biri qardaşa dəyib. Burnu sınıb. Söyüşü verən qalıb kənarda, amma söyüş verməyənin burnu sınıb. Yumruq ona dəyib. Günahsız adama dəyib də, belə deyək. Ay sağ ol, günahsız adama dəyib. İndi o da ekspertdən də rəy alıb. Mən nəyi bilmək istəyəm? Zərər çəkmiş əgər bağışlama verməsə, məhkəmədə nə gözləyər bunu? Bax, orada bir dənə məsələ var. Birincisi, rəydə xəsarətin ağırlıq dərəcəsi nədir? Az ağırdır, yoxsa... Az ağır verib. Burun sınma az ağıra düşür, bəli. Az ağırdır. Səssiz gəlmədi. Xuliqanlıq. Xuliqanlıq qoyulub.
ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hərəkəti ilə, ha belə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşahidə olunan qərəzli hərəkətlər. 1000 manatdan 3000 manata qədər cərimə, 1 il müddət islah işləri və 1 il müddət azadlığın məhdudlaşdırılması və 1 il müddət azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hə, onlar da var. Burada ikinci hissələr var da. Eyni əməllərin bir qrup şəxs tərəfindən törədilməsi, təkrar törədilməsi, ictimai qaydanı həyata keçirən şəxsə qarşı törədilməsi, ha belə silah qismində istifadə olunan əşya tətbiq etməklə törətmə. Yəni bunun əlində heç nə olmayıb ki, ancaq Heç nə olmayıb, heç o. Bu da hərbi qulluqçudur, məzuniyyətli olub. İndi məsələ odur ki, buna həm 221 verəcəklər, həm də 127.1 verəcəklər. Az ağır xəsarət yetirmə. Ha, o da var. Əlbəttə ki, əgər az ağır xəsarət varsa, xuliqanlıq birinci isə onu tam əhatə eləmir axı. Hə, bayda da var Allah. Bəli. Ona Bizim görə əlacımız nə eləyə bilərik ki? 127-ci maddə də var orada. Amma məsələ odur ki, burada ilk növbədə barışıq lazımdır. Ay sağ ol. Şəxsiyyət əleyhinə törədilən cinayətdir 127-ci maddə. Amma indi burada bir məsələ var ki, siz bilmirsiniz konkret hansı maddələr veriblər buna. Yox qardaş, yox. Mən atasıyam uşağın, mən bilmirəm onu. 121-i bilirəm, 121.1-i bilirəm. Yox, 221. Amma 127-ni eşitməmişəm, hələ deməyiblər elə bir söz. Yox, az ağır xəsarət varsa onu verəcəklər axı. Hə, onu mən bilmirəm də. Görsən siz dediniz, mən bildim. Hə, 127.1. Zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və 126-cı maddədə baş verən nəticələrə səbəb olmayan xəsarət yetirmə, bu əgər 127-ci maddə veriləcəksə 2 ilə qədər müddətdə islah işləri, 2 ilə qədər müddət azadlığın məhdudlaşdırılması və 2 ilə qədər müddəti azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İndi burada bir məsələ var ki, hə, 27.1 də verəcəklər buna. 2 ilə qədər müddəti azadlıqdan məhrum etmə də var burada. Burada ən birinci bunların arasında barışıq lazımdır. Oğlumun məhkumluğu zadı yoxdur da, yəqin Yox, yox. Oğlum hərbiçidir, gizirdir, hərbi qulluqçudur. Məzuniyyət müddətində olub. Bildim. Burada çalışın, vəkil tutun. Başlı başına buraxsınız, məhkəmə götürər 1 il azadlıqdan məhrum eləyər. Vəkil tutsa xeyir olacaq bizə. Əlbəttə ki, xeyir olacaq. Yəni qoyun işin içində vəkil olsun da. Yəni maddə qoyulmasın da, mən də istəyirəm maddə qoyulmasın. Maddə hər bir halda qoyulacaq. Orada əgər az ağır xəsarət varsa 127.1-i verəcəklər. Vay dədə vay. Əgər xəsarət doğrudan da az ağırdırsa, amma burun sınıbsa az ağır verəcəklər. Hə, o var, dəqiq var, ekspertin rəyi var. Və müstəntiq sizə demir hansı maddələr verəcək buna? Yox, elə bir dənə dedi ki, burun sınığı var, 3 sınıq var burunda. Onu dedi mənə. Bildim də, orada 127 də verəcəklər. Nə bilim, valla. Öyrənərəm də onu, görüm o var. Onu mütləq öyrənmək lazımdır. Öyrənmək lazımdır. Hə. Hətta orada 127-200 də verə bilərlər ona. Xuliqanlıq niyyəti ilə törədildikdə. 221 ilə də əhatə eləyə bilməzlər onu. Orada əlavə niyyət də var orada. Az ağır xəsarətin olması işləri korlayır dostum. Mütləq vəkil tutdu orada. Çünki orada xuliqanlıq niyyətindən verilsə, maddədə o da var. Orada hətta 1 ildən 5 ilə qədər müddəti azadlıqdan məhrum etmə var. Vəkil məhkəmə dövründə tutulmalıdır, istintaq dövründə. Valla vəkil fərqi yoxdur, vəkil indidən tut. Bu işin içində vəkil olsun. Oldu qardaş. Buyurun. Oldu, Allah razı olsun səndən, sağ ol. Sağ olun, təşəkkür edirəm. Niyyətə görə də verə bilərlər, bəli. Xuliqanlıq niyyətindən az ağır xəsarət yetirmə.
Dayı çay içsə danışırdı, heç nə olmaz dostlar. Çay bizim xalqımızın, belə deyək də, ən çox bağlı olduğu nemət. Əl çəkə bilmirik də, mırçıllada danışmaqdan. Hüseyin salam, səni də salamlayıram Hüseyin. Rahil buyurun. Buyurun. Əliniz dəydi, yaxşı. Jeton olanlardan xahiş edirəm yayıma dəstək olmaqda izləyici sayı qalxsın. Hüseyin, təşəkkür edirəm Hüseyin, minnətdaram sənə qardaş. Sən həmişə bizim yayımlara dəstək olmusan girən kimi. Dəstəkçimiz belə olar dostlar. Vallahi burada elə adam var. Bizim yayımlara cəmi bir 10 nəfər dəstək verir. Hamısını tanıdığımız adamlardır vallahi. Kənardan gəlib bir dənə sual soruşan bir dəfə yayıma dəstək vermir. Buyurun. Buyurun bəy, danışın. Alo. Buyurun, buyurun. Selamünaleyküm. Salam. Müəllim, sizi bir işlə bağlı narahat elədik. Buyurun. Bu telefon götürmüşdü uşaq bir dənə 2350 manata. Onun da elə bir 3 aylığını ödəyib aya 190 manatını. İşləyirdi onda həmən vaxtı. Sonra işdən çıxardıblar, indi heç yerdə işləmir, boşdur da. Ödənirsə də olmayıb, 3 aylıq ödəniş eləyib. Yəni ondan bəriniki durur. İndi o heç yerdə də işləmir, o həmən kontaktomdur, nədir elə bir zatdan alıb mağazinən. Onda da veriblər, məhkəməyə veriblər. Yəni bu hələ getməyib məhkəməyə də, çağırıb bir-iki dəfə çağırıblar, gedilməyib məhkəməyə. Buna, bəli? Sizdən deyiləm, danışın siz. Hə, 2 dəfə də bu məhkəmədən məktub gəlib, bu getməyib də hələ ki oraya. Yəni buna bir məhkəmə tərəfindən buna həbsat verilə bilərmi? Nətər belə bir şey olar, nə ola bilər? Məhkəmə bunu çağırırsa niyə getmir? Nə bilim, qorxuram deyil, nə bilim, belə şey eləyib də hələ ki getməyib. Bildim ya, aparsın telefonu qaytarsın da. Bu da telefonu, müəllim, indi iş buradadır ki, telefonu da bu götürüb verib bir nəfərə satıb. Bir nəfərə satıb. Onda o adam da ödəniş ödəyəcəm deyib, ödəyib eləməyib. Nə pul ödəməyib, nə belə baş-başına şey. O boş söhbətdir, telefonu götürüb. Bunlar bir səni eyniyir, bu cavanlar. Gedir kontakondan telefon götürür. Bəli. Kreditlə. Qabağına bir 100 manat verir, 2000'lik, 2500, 3000 manatlıq telefon götürür. Gedir onu da başqa qıraqda 1500 manata satır. Əlinə götürdüyü o 1500 manatı cırta-pırta xərcləyir. Və yaxud aparır hansısa bir axmaq bir şeyə qoyur. Və sonra da başlayır Kantakomla bunun arasında problemlər. Kantakom pul istəyəndə deyir ki, mənim pulum yoxdur. Məhkəmə bunu, həmin pulu bundan tutacaq. Bir müddətdən sonra da bunu icraçı çağıracaq. Ölkədən çıxışına məhdudiyyət qoyub o pulunu ödətdirəcəklər. Aparsın bəri başdan pulu tapsın, versin. Çünki onu gələcəkdə o iş icraya gedəndə tutaq ki 2600 manat bu Kantokoma pul verməlidirsə 260 manat da icra şöbəsi tutacaq ondan 10%. Öz işini 1'ə 5 eləyəcək. Aparsın bəri başdan üzü sulu uçan versin o pulu. Bəli, bəli. İndi bunu Dövlətdən məsələ gedib o... Qardaş, mən müqavilə bağlayıb telefonu almışam. İndi məhkəmə məni çağırır, getmirəm. Qorxuram. Birincisi, sən o telefonu özünə almışsansa, telefon anı. Niyə satmırsan telefonu? Demək, onda belə çıxır ki, hətta sənin əməlində dələduzluq var da. Buradan kreditdə götürmüsən, aparıb oradan satıb pul əldə eləmişsən. Sənin niyyətin o telefonu götürəndə mənimsəmək olur. Mən indi çox dərinə getmək istəmirəm də, amma niyyət əvvəlcədən məlumdur da, belə işlərdə. Ona görə ən yaxşısı aparsın o, ya onlarla danışsın, qrafiki bərpa eləsin, aybaya pulunu ödəsin. Yəni bunun üstünə gələn faiz indiyənə qədər
ödənilməyən pulun faizi də var da. Bunun hamısını Hamısını Ödənilməli. tutacaq məhkəmə. Bəli, hamısını tutacaq qəpiyinə qədər ödətdirəcəklər ona. Bəli, bəli. Sağ olun müəllim, təşəkkür edirəm. Buyurun. Vallahi. Qəpinə sümük. Ay, mən deyəsiz başqa adamı çıxartdım. Dostum, mən sizi səhv ayırdım. O şəkil var idi, qartal dimdiyindən. Siz bir də mənə göndərin, mən sizi qoşacağım. Həmid, buyurun. Həmid, buyurun. Salam aleykum, axşamınız xeyir müəllim. Salam. Aleykum. Salam, salam. Deməli müəllim, bizdən ötə 177.1-lə mənə ev dustaqlığı veriblər. Mən amnistə düşə bilərəm. Amnist var indi. Yox, Amnist olanda yox. da düşə bilərəm. Amnist bir də bilsən Heç nə vaxt yoxdur. olacaq? Amnist bir də bilsən nə vaxt olacaq? 5 ildən sonra. Oo. Əlbəttə ki, Abi mən bu amnist... vaxtından əvvəl necə çıxartdıra bilərəm? Sən nə uğramısan ki belə? Qızıl. Kimin qızınla uğramısan? Əvvəl bir öz əməlindən danış, sonra mən sana yaxşı yol göstərəcəm. Nə tanımıram kimi idi. Uşaqlarla getmişdik. 177.1-lə verdilər. 177.1 ilə veriblərsə tək getmisən, uşaqlarla getməmisən. Onlar götürmədi də boynuna. Elə bil iş mənim üstümə düşdü. Və sən niyə onları satmadın? Dediyin adlarını. Nə bilim. Yox. Qızılı qaytarmısan? Elə bir yarısından çoxunu bəli. Şikayət var indi. Bəli, bəli. Mənə ev dustaqlığı verdilər. 1 il, 5 ay, 26 gün. Ev tutaqlığı deyil, azadlığın məhdudlaşdırılmasıdır. Hə, Məhkəmən olub da anladım. sənin. Bəli, bəli. Qandal taxdılar sənə. Bəli. Başın batmasın, ay qaqaş sənin. Sən ancaq belə deyək də, cəzanın bir hissəsini çəkəndən sonra prezidentə əfvlə bağlı müraciət edə bilərsən. Cəzanın yarısını çəkəndən sonra. Səni ancaq prezident əfvə sala bilər. Bir də ki, cəzanın 2/3-ni çəkəndən, 1/3-ni və yaxud da yarısını çəkəndən sonra məhkəməyə müraciət edib vaxtından əvvəl cəzadan azad oluna bilərsən. Oldu müəllim, çox sağ olun. Amnistiya Allah yoxdur sağ hələ. olsun. Bunu Amnistiyanı soruşmaq Milli Məclis qərar qəbul eləyir. Amnistiya adətən 4-5 ildən bir verilir. Yəni hər il amnistiya yoxdur. Amma hər il sərəncamı var prezidentin. Sən hardasa 1 ildən sonra sona 6 ay qalmış əf komissiyasına müraciət ilə ərizə ilə onlar kömək edə bilərlər. Özdə bu arada da Həmid, eşidirsən? Eşidirsən Həmid? Həmid, Bəli. bu arada da sən gələ heç bir cinayət törətməyəsən ha. Yenidən oğurluq eləsən, dalaşsan, vəziyyətin ağır olacaq. bilirəm. O dəqiqə sənə şey eləyəcəklər. Sənin indi hazırda məhkumluğun var ha, residiv yaradarsan özünə. Ehtiyatlı ol. Oldu müəllim. Deyiflər oldum, bildim. Mən də deyirəm də ehtiyatlı ol. Sakit otur bala, Rövşən əmin yazıb orada, görürsən? Çox sağ olun. Sağ ol. Dostlar, bir neçə məni sev atın görək. Yayımımızı biraz qaldıraq yuxarı. Vüqar, hara getmişdin ay Vüqar? İnternetim zəif idi müəllim, yenilədim, gəldim. Səsim gəlir müəllim. Hə, gəlir, yaxşıdır, gəlir, eşidirik.
Pərviz buyurun. Pərviz buyurun. Mail buyurun. Mail Sahil. Ay, insanların əli çoxdur. Vaxtımız və zamanımız gedir ona. Biz nətər eləyək bu məsələni Vüqar? Ayaq təşəkkür. Axşamınız xeyir. İnternet yaman zəifdir. Axşamınız xeyir, buyurun. Çox dumanda. Müşfiq müəllim, sizə bir sual verim. Buyurun. Deməli, mən banka kredit borcum olub. Ödəmişəm. Dekabr ayından işimdə problem yaranıb, maaşlarımız verilməyib. Elə bir fasilə yaranıb maaşlarda. Amma yenə də ödəmişəm. Yanvar, fevral aylarını ödəmişəm. Hətta may ayında belə ödəniş atmışam. Amma o sonraki ayları çətinliyə düşdüyümə görə hissəli ödəniş etmişəm də. Yəni qrafik üzrə yox. Əlimə pul düşdükcə aparıb ödəmişəm. İndi gəlib. İcraya işi yönləndiriblər icraya ki, siz bəs 120 gün gecikminiz var. Amma Bəli. əslində yəni 120 gün nətəri o deyək mart ayında mən 10 manat kəsirim qalıb, nə bilim növbəti ödəm. Onun hamısı gecikməyə düşür. 2 manat kəsirin qalanda da gecikmə hesab olunur. Bəli. Aylığı tam ödəməmsən. O tam ödənməyən hissəyə görə gecikmə hesab olunur. Hə, indi sualım nə idi? Deməli işi veriblər icraata, icra dünən mesaj yolladı. Bu gün özüm könüllü getdim icra şöbəsinə ki, bəs məsələni nə cür həll edeyim də? 7500 puldur. İcra dedi 750 manat mənə verməlisiniz. Düz deyir, bəli. 10% icraya ödəniş eləməlisən. O icraçıya sən onu rüşvət vermirsən, dövlətə verirsən orada. Hə, dedi İcra rüsumu. şöbəsinin hesabına. Hə, rüsumu ödəməlisiniz. Ondan sonra da ya da deyir gətirib tam borcunuzu ödeyin. Mən də ona da həmən formanın indi sizə dediyim cürə izahını verirəm ki, yəni belə bir sıxıntı olub, amma mən borcumdan yayınmamışam da, padriyat ödəmişəm. Dostum, o icraçının problemi deyil. İcraçı sənin orada o dərdini dinləyəsi deyil. Başa düşdüm. Məhkəmənin qərarı var, icraçı konkret onu ödəyir. Onu sən məhkəmədə izah eləməli idin ki, Yox, məhkəməyə mən çağırılmamışam. Heç İndi bildirişim məhkəmə ola bilsin, olub sənsiz notarius olub. verib. Hə, icra qeyd olub da. Bəli. Müqavilədən irəli gələn icra qeyd olub. Bəli, notarius qeyd edib. O icraçının problemi deyil. O səni dinləməyəcək. O konkret dəcək borcu bağlı. Bildim. Mən indi onu hissəli ödənişə necə keçirə bilərəm? Onun üçün icraçı ilə danış. Məhkəməyə müraciət eləməlisən ki, borcun hissə ödənilməsi barədə. Məhkəmə də onu təmin eləyəcək, eləməyəcək, onu artıq bir söz deyənməli. Ya da icraçının özü ilə razılığa gəlim, hə? Bəli. Oldu. Çox sağ olun. Bağışlayın vaxt uzaldı. Buyurun. Nizami Nizami Müəllim, mən danışın. sıramı gözləmək istəyirdim. Yaxşı. Nizami danışın siz. Bağışın sizi narahat edirəm müəllim. Mən elə bir şirkətdə yıxılmışam. Ağır xəsarət aldım da. Elə bir prokurorluq araşdırdı işimi, dedi məhkəməyə müraciət edeyim. Hə, prokurorluq araşdırıb, yəqin istehsalat qəzası olub da. Prokuror da Bəli, elə bir ona şey görə deyir, yıxıldım. mülki qaydada məhkəməyə müraciət edin. Vəkil Bəli. tut, mülki qaydada məhkəməyə müraciət edin. Mən onun üçün vəkil tutmalıyam məhkəməyə müraciət eləmək üçün, yoxsa necə? Mütləq. Çünki o sənədləri sən özün hazırlaya bilməzsən. Allah sizdən razı olsun müəllim. Çox Yəni sağ olun. belə qanunla hazırlaya bilərsən, amma sənin praktikan yoxdur da, hüquqi savadın Bəli, yoxdur, düzdür. bacarmayacaqsan. Düzdür müəllim, Allah sizdən Buyurun razı Nizami olsun. bəy. Çox sağ olun. Sağ olun. Buyurun Rabit bəy. Salam aleyküm, mənim. Hər vaxtınız xeyir olsun. Salam Müəllim, Məmməd biz bəy. istəyirəm, bir məlumat almaq istəyirəm. Deməli, 2017-ci il iyul ayının 16-sında həbs edilmişəm hərbi məhkəmə tərəfindən. 2019-cu Hansı il maddələr? iyul ayı 237.2.1. 237 hərbi Bəli. məhkəmə. Sən Bəli, neynəmsən ki? Səhv eləmişdim. Hərbi sənçində narkotik vasitə əkmişdim. TTM-də.
Bildim, sən bunu tərtərdə əhmisən də, mənim yadıma gəldi Xeyr, var. xeyr. Bakıda. Təlim tədris mərkəzində. Bildim, o uçuq damın içində sən əhmişdin ona vaxtı. Hərbi şeydə Bakıda, mənim tərtərdə yox. Bildim də, Hə, Bakıda bəli. əhmişdin, sənlə bərabər, nəsə səni orada telefona çəkmişdilər, nə qalmışdınız, belə bir söhbət deyildi o. Əskər çəkmişdi telefona, bəli, Ay bəli. sağ ol, elə bir şey mən oldu. bilirəm də. Hı. Əskər Mən indi- çəkmişdi sən ki, orada nətər qulluq eləyirsən. Yox, mən çəkməmişdi. Əskər özünü çəkmişdi. Özün çəkmişdi, hə, bildim, hə. Hərbi hissədə oğulsan, valla, hərbi hissədə gedib narkotik əhmisən. Böyük səhv eləmişəm. Müəllim deməli indi 2019-cu ilin 3 il iş aldım. 2019-cu ilin iyul ayının 16-sı işim bitdi də mənim. Mən vaxtından əvvəl çıxdım həbsdən də. 10 ay belə necə deyim, dasroçun deyirik də biz ondan. Hə, şəhəri buraxdılar da. Bəli. Mənim indi həbsim cəza almışdın? Nə qədər cəza vermişdin? 3 il. 3 il azadda məhrum etmə. Aha, nə Bəli, vaxt bəli. buraxdılar səni? 2019-cu il avqustunda çıxdım da. 2019 avqust. Neçə il bundan qabaq? 6 il bundan qabaq da. 6 il bundan qabaq, bəli. Aha. İndi həbs müddətinin üstündən 7 il keçib. İndi hal-hazırda başqa işdə işləyirəm. Sadəcə olaraq rəsmi işə düzələ bilmirəm. Niyə? Məhkumluq haqqında Məhkumluq arayış çıxır. istəyirlər. Bəli, məhkumluq çıxır. Mən o məhkumluğu necə götürdürə bilərəm? Gələn onun özü avtomatik götürüləcək. 7 ildən sonra Asan xidmət arayış verəcək ki, hazırda məhkumluğu yoxdur. çünki mən bu tətbiq vasitəsilə e-polislə istəyirəm arayış, məndə məhkumluq göstərir. Gələn get asan xidmətdən götür, orada çıxmayacaq. Evet, oldu. Çox sağ olun, mənim minnətdarım. Buyurun, sağ olun. Heç nə. Hərbi hissənin içində narkotik əhmişdi bunlar. Bilirəm, bir əskərlə, ikisi mənim yadımda da o hadisə. Alfa 9101, buyurun. Buyurun, axşamınız xeyir. Müşfiqan bir şey soruşum sizdən. 4 il bir 3 il falan da, yəni 2-3 il əvvəl Aspolmanatın vaxtında, yeni başlayan vaxtlarında balans götürmüşdüm. Mən onu götürürəm, verirəm filan kəsə, filan kəs ödəyirəm deyib, səndə ödəməyibmiş. Gör 2 ildən sonra bu gün mənə mesaj gəlibdi ki, gəlin könüllü icra propatansiya nə bilim nə. Ora gəl, könüllü bir belə məbləğ var. Hə, yəni bu 2 ildən sonra ilk mesajımdır bunlar, onların mənə Bildim. çağırışı. 895 manatda. Bildim, sən İlk çağırır. mesajda bir dənə də qeyd var yenə. Ha, orada da qeyd var idi ki, mesajda ki, həbs qoyulacaq səlahiyyətim olan nəylərəsə. Mənim adımda heç nə yoxdur. Mənim özümə həbs verə bilərlər bunlar. Yəni adımda heç nə yoxdur, yəni bir qaşıq belə yox. Ölkədən çıxışına məhdudiyyət qoyacaq. O pulu sənə ödətdirəcəklər. Varınca apar ödə, problemlərdən uzaq ol. Amma bax maşın sürürəm, amma daverlə sürürəm. Bu mənim sayılmır da. Yəni bunu əlimdən ala Yox, bilməzlər. onu heç kəs əlindən ala bilməz. Sənin adında nə varsa onun üzərinə həbs qoya bilərlər. Amma o pul sənə Heç nə problem yoxdur da, yaradacaq. iş orası. Adamda heç nə yoxdur. Bildim ey qardaş, o pul sənə problem yaradacaq. Onu ödətməyincə sənə icraçı səndən əl çəkən deyil. İnzibati protokol yazacaq, Amma verəcək bu- məhkəməyə, məhkəmə sana 15 rütbə həbs verəcək. Xoşuma gələr, bu apar ödə. Hə də yəni o həbs olunmasın deyə bunu onlardan danışına yarı-yarı eləmək olur. Məsəl üçün ayda 100 manat, 50 manat, 200 manat. Əlbəttə ki, olar. Ged icraçı ilə danış da, böyük məbləğdə. Olur. Olar. Hə, böyük prosto 2-3 ildən sonra ilk mesaj gəlib mənə. İndiyə qədər hardaymışlar bunlar? Mən belə bilmirəm. Gözləyiblər də qanunidir. Sənə də Gətirə bilərlər. Buyurun. Ayaq çox sağ ol, təşəkkür edirəm. Salam Buyurun. Müşfiq müəllim. Salam. Müşfiq müəllim, sizin az vaxtınızı alım. Məhkumluq silinir. Məhkumluq ümumiyyətlə Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsində kökü orada qalır. Bəli, Ömürlük heç vaxt silinmir. Təbii ki. Nə vaxtı ora müraciət olunsa hüquq mühafizə orqanları oradan çıxır o. Amma yeganə yer asan xidmətdir ki, Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun arayışı onlar verir. Yəni, sən tutaq ki, 10 il bundan qabaq cinayət eləmişsən, o məhkumluq sənin üzərindən götürülübsə, sən gedirsən asan xidmətdən arayış alanda, asan xidmət yazır, Cinayət Prosessual Məcəllənin filan maddəsinin tələbinə əsasən məhkumluğu yoxdur. Yəni, hazırki dövrdə məhkumluğu yoxdur.
Amma keçmişi qurdalasalar məhkumluğun çıxacaq. Kökü bildik. Mən 20 ildir çıxmışam. Asan xidmətdən gəlib arayış alsaz, orada yazacaq ki, hazırda məhkumluğu yox. Yəni orada avtomatik onu verəcəklər, amma 20 ildir mənim heç bir şeyim yoxdursa. Xeyr, bəli, bəli. Orada avtomatik onu verəcəklər ki, məhkumluğu yoxdur. Çox sağ olun. Amma sənin tutaq ki, evladın hüquq mühafizə orqanlarında işə düzəlmək istəsə, Təbii ki, sənlə kök bağlı durur. sorğu verəcəklər Daxili İşlər Nazirinə, oradan bəhsdən çıxacaq o. Bildim. Təbii ki, kökdə durur. Bəli. Çox sağ olun. Bəli. Buyurun. Buyurun 054. Salam Müşüm müəllim. Nətər? Salam. Axşamınız xeyir olsun. Axşamınız Müşüm müəllim, mən sizinlə bir dəfə əlaqə saxlamışdım bu vəkil Ramin Rüstəmov haqqında. O bizim o Montenevlərlə bağlı problemlərdə bizim bəzi bir 5-6 nəfər hamımızda artıq görüb bizə allanmışıq da bu vəkil bizə heç bir iş görmədi. Dostum, gəl Yanında belə danışaq. Onunla bağlı Ramil müəllim mənə səs atmışdı. Mən Facebookda ona yazmışdım. O Ramil müəllim bildirdi ki, onun icraatında elə bir iş yoxdur. Bəzi adamlar var ki, ona qarşı xüsusi kampaniya aparırlar. Mən bu barədə sizə söz verdiyim kimi ondan soruşdum. O isə mənə dedi ki, o elə bir işi xatırlamır, amma müəyyən sakinlərin hüquqlarını müdafiə elədiyinə görə kimlərsə ona qarşı hansı kampaniya qura bilərlər. Yəni belə bir şey ola bilər. Bax, mən bu günləri 102 yığmışam. Şəxsən mən 102 yığmışam. O bu şəxsən bunların zamaşın istifalarına görə 102 yığmışam. Və yasamalda mənə çağırırsa, amma mən ora getməliyəm ki. Mən yalan danışan bir vətəndaş deyiləm. Mən hüquqi cəhətdən bir o qədər mənim savadım olmasa da, amma ən azından aidiyyatı orqanlarda çox olan bir insanım. Və mən 102 yığmışam, 102 də o yəqin ki, mən çağırıb sabah yasamalda görüşəcək və şəxsən ona pul verdiyimiz yerdə görüşəcək 6 nəfər adamla birlikdə. Bax, Yəni o dostum, mən sizi tanımıram. Sizin dediyiniz şeyin səhv və ya düz olduğuna da qərar verən adam deyiləm. Mən demirəm, siz yalan deyirsiniz. Onun mövqeyini mənə atdığı səsi deyirəm ki, mən ondan sizə söz verdiyimə görə ondan soruşdum. Çox sağ olun. O mənə dedi ki, belə bir şeyi xatırlamır. Ola bilər ki, müəyyən adamlar onunla hansısa formada qisas almaq istəyir. Belə bir şey ola bilər. Qisas alın eləməsin. Biz bax, şəxsən mənim pulumu almışam. 800-ünü almışam, 200-ü qalır. Hal-hazırda mən 200-ün davasını edirəm. Amma adamlar var ki, 1000 manat, 1500 manat. İndi qulaq as, sənə bu hissəni də deyim. İndi yaxşı, bu adamla müqavilə bağlamısınızsa, bu adam axı işə order verir. Belə orderin qiyməti 300-400 manatdır. Ay sağ ol. Yaxşı, siz o 200 manatı niyə istəyirsiniz? Bax, görün, mən orderə verilən pulu vermişəm artıq ona. Mən ona pul ödəmişəm, o pulu da ödəmişəm ora mən. Artıq pul ödənilib, orderə görə pul ödənilib ora. O heç o da verilib. Amma, Müşfiq müəllim, bu günləri, yəni mənim üçün artıq bir ilə yaxındır ki, hələ inzibati məhkəmədən mənə heç bir söz gəlməyib. Bir kağız gəlməyib ki, ay vətəndaş, sən hansısa bir yerdə cinayət iş görmüsən, hansı da, yəni, sənə aid olmayan yerdə, dəmir yol ərazisində, qeyri-qanuni bir yerdə ev tikmisən. Sən ya məhkəməyə çağırırsan, sən məhkəməyə iddia verilib, sən özün də məhkəmə iddia vermişsən, vəkilin tərəfindən. Çox sağ ol, təşəkkür edirəm. Vəkilin tərəfindən, yəni hələ mənə üçün artıq bir ildə çox. Hələ mənim arada bir məhkəməmdə mənə çağıran da yoxdur. Elə mənə bir dənə axırda nə dedi? Adın nədir sənin? Adım Yusif. Yusif, keçən dəfə mən sənlə bir 15 dəqiqə yaxın bəlkə də danışdıq. Bəli. Və mən sənə izah elədim ki, get inzibati məhkəməyə, yaxınlaş dəftərxanaya, öyrən gör sizin işiniz orada var ya yoxdur. Sən getdin ora? Yox, Müşfiq müəllim, getmədim, amma bu sabah gedəcəm də özü. Amma yəni o mənə səs atdı ki, get kağızları məhkəmə oradadır. Get dəftərə, yəni o sənin işin oradadır, oradan götür. Yəni mənim işimi aparıb ora atıb da qalıb. Mənim işimə baxılmayandan sonra mən bilmirəm, niyə sən pulumu qaytarmırsan ki? Fakt sən mənim işimə baxmamısan da, Ramil müəllim, ya vəkil. Sən mənim işimə qaldırmadın. Məndən sonra pul verən adamlar haradasa inzibati məhkəmədə çağırıldı. 5-6 nəfər bir adam çağırılmadı. Yəni adıma kişi, bir dənə, mən ona həqiqətən kişi adam deyirəm ki, mən o demə, Ramil müəllim, əgər mənim işimə baxa biləcəksənsə,
Baxmayasın, mən pulumu qaytar, dedi, sən pulu qaytaracaqsan. Bu kişi kimi də həqiqət o sözü mənə dedi. İndi pulumu qaytarıb 200 manatım qalıb. Mən o görə 102 yığmışam. Yox, çox naxaq. 200 manata görə naxaq 102 yığmısan. Yəni onun özünlə bir danışardın. 102-dən qabaq deyərdin ki, bax Ramil müəllim, mən məcburam artıq 102-yə zəng eləyəcəm. 200 manata görə indi vəkili götürüb 102-yə şikayət eləmək də bir şey deyil də. Yəni hər halda telefonu var, sən onunla danışıb razılaşa bilərdin. Nə bilim, bəlkə imkanı yoxdur, 2 gün, 3 gün, 5 gün gözləyərdin. 200 manata görə götürüb 102 zəng eləmək də bir şey deyil. Yox, bildim. Bir aydan çoxdur ki, artıq mənlə bizim aramızda söhbət gedir. Elə bu gün sabah, bu gün sabah, bu gün sabah, bu gün sabah da olmur axı. Mənim də ehtiyacım var ona. 102 məlumatı verməyin barədə ona məlumat vermisən? Yox, düzdür? Yəqin ki, verirlər. Artıq yəqin ki, həmin adam onu yığıb da. Yox, sən özün demisən bu barədə ona. Bəli, mən demişəm ki, aidiyyatı orqanlara mən müraciət eləmişəm. Daha şəxsən hara elədiyimi deməmişəm. Mən də səndən xahiş edirəm, əgər ona deməmisənsə, elə bu canlı yayımdan sonra götür ona zəng elə. Denən Ramil müəllim, mən rəsmi 102-yə məlumat vermişəm. Əgər bu gün o sənin pulunu qaytarsa, sabah ged izahatında yaz ki, aramızdakı anlaşılmazlıq ortadan qalxdı, mənim heç bir şikayətim yoxdur. Başa düşdüm, çox sağ ol. Mən səndən xahiş edirəm, Ramil pis oğlandır. İndi ola bilər hardasa bəlkə çətinlik olub, anlaşılmazlıq olub. Götür zəng elə özünə bu barədə denən, o sənin pulunu bu gün göndərsə, sabah ged izahat yaz ki, artıq o problem həll olunub, mənim heç bir şikayətim yoxdur. Vəkil adamdır da, indi ola bilər hardasa çətinlik olub. Amma mütləq bunu 102 məlumatı verməyini və sabah yasamala çağırmağını ona deyil. Başda, sağ ol Ramil müəllim, çox sağ ol. Sağ ol. Yazıq neynəsin, o qədər Ramil müəllimlə danışıb. Mən də qatdı Ramil müəllim. Ayaq çox sağ olun, təşəkkür edirəm. Buyurun veteran. Salam müəllim, hər vaxtınız xeyir olsun, necəsiz? Salam, aqibətiniz xeyir olsun. Müəllim, deməli 2015-ci ildə nəfərə zamin dayanmışdım. Mən də hərbiçi idim, quru qoşunlarda, o daxili qoşunda idi. Ona zamin dayanmışam. Bir dənə üzr istəyirəm. Ayda xanım, təşəkkür edirəm sizə, bildim. Əzim, minnətdaram sizə. Buyurun, buyurun. Müəllim, hoşum 2021-də xəbər tutdum ki, bu ümumiyyətlə 2015-dən heç ödəniş eləməyib. $5000 idi də, belə deyim, $5000 pul götürmüşdü. Ümumiyyətlə ödəniş eləməyib. Mən veteranlığımdan başladı tutmağa. Orada xəbərim oldu. Gördüm ki, mənə 80 manat mənfi gəlir də hər ay. Araşdırdım, zəng elədim. Dedilər icrasıya yaxınlaşdım icrasıya. Dedi ki, bəs belə səhvən 80 manat tutmuşuq. Əslində yarısını tutmalıydı, 40 manat. İndi hər ay mənim veteranlığımdan elə bir 40 manat tutulur. Yəni mən onu necə eləyə bilərəm ki, məndən o nətər deyim, mən ödəməyim də onu. Çünki orada özü hökumət işində işləyir də, hal-hazırda hansısa şirkətdə işləyir, mediada yoxsa hardasa işləyir. Amma onu tapamam. Çox güman ki, ondan da tutulur. Çox güman ki, ondan da tutulur. Elədir. Amma tək məndən tutulur, mən elə bilirəm. Çünki orada ola bilməz. Mənim ödənim. Bildim. Ola bilməz ki, həm sən zamin olduğuna görə, sən zaminsən onunla, yoxsa götürüb ona vermirsən? Xeyr, zaminəm. Sən onunla bərabər məsuliyyət daşıyırsan da, hər ikinizin ola bilsin ki, maaşınıza yönəldilib. Sənin pensiyana, onun maaşına. Bir onun özündən soruş da, gör ondan da pul tutulur. Mən o özü ilə bir dəfə nömrəsini tapdım, nömrəsini dəyişib, nömrəsini tapamıram. İş yerini tanıyırsan, evini tanıyırsan, məsəl üçün, ola bilməz ki, ondan tutulmaz. Hər ikinizdən tutulur. Hər ikiniz də məsuliyyət daşıyırsınız. Xeyr, o indi hərbiçi deyil, hal-hazırda hərbidən çıxıb. Mülki hansısa şirkətdə işləyir. Şirkətdə işləyirsən, maaş alır, onun maaşından tutulur 100%. Mən nə eləyə bilərəm ki, nə məsələ ki? Heç nə eləyə bilməzsən. O pulu səndən tutacaqlar, amma sənin gələcəkdə iddia qaldırıb həmin pulu bundan tutmaq hüququn var. Yəni bunu məhkəməyə verib həmin pulu buna ödətdirə bilərsən. Ödədiyin pulu. Amma ki bu bank tutarmalıdır sonra. Yəni summa tutarmalıdır, sonra mən onu iddia verəm. Bəli. Buyurun.
Veteranlıqdan tutmaya ixtiyarları var da, ha? Bəli, yarısını tuta bilərlər, bəli. Çox sağ olun, təşəkkür edirəm. Allah razı olsun sizdən. Minnətdaram. Dostlar, dünən yadınıza gəlir bizim Korlar Cəmiyyətindən bir nəfər dünən idi ya sırağa günü, dünən idi də, qoşulmuşdu, kitabla bağlı söhbət elədi. Bizim bir xeyriyyətçi xanım var, Ayda xanım. Bu gün mənim kitablarımı alıb Korlar Cəmiyyətinə hədiyyə elədi. Mən minnətdarlığımı bildirirəm buradan Ayda xanıma. Təşəkkür edirəm Ayda xanım sizə. Buyurun F. Məmmədov, danışın. Axşamınız xeyir Müşfiq müəllim. Axşamınız xeyir olsun. Deməli mənim bir qohumumdur. Belə deyək, xalamın yoldaşıdır, rəhmətə gedib. 3 banka krediti var. Mən banklarla getdim, danışdım ki, bəs bu faizi durdurun. Biz ödəyək də. Zamini var onun. Zamin xalamı qoyublar. Xalan ödəməlidir artıq. İşləmir də heç yerdə, harda işləyir. Fərqi yoxdur. Zamin olsa məsuliyyət daşıyır. İşləyir, Məsuliyyət- əhəmiyyəti yox. Nə məsuliyyət olacaq ki? Mən də deyirəm Mülki faiz. məsuliyyət daşıyır. Məhkəməyə getsə nə olacaq? Məhkəməyə getsə məhkəmə o pulu tutacaq da onunla. Necə tutacaq? İşləmir də heç yerdə, yəni o Ay demək. qardaş, işləməmək şəxsi mülki məsuliyyətdən azad eləmir. Ev yoxdur adlarına, obyekt yox, bir şey yox. Bildimi? Xalanı götürəcəklər, ölkədən çıxışına stop qoyacaqlar. Bu bir. Olsun da qoca arvad da hara gedəcək bundan sonra? Neçə yaşı var? 60. 60 yaş qocadır ki. 60 yaşda cəmaət Görək ərəbi istirahətə getməyəcək, bir şey eləməyəcək. Bundan sonra hara gedəcək o, hara getsin? Yəni bizə mən yəni bunun sonucu nə olacaq onu bilmək istəyirəm Sonra yəni. ola bilər ki, onun adında əmlak yoxdursa, bir müddətdən sonra çağıracaqlar, inzibati protokol yazacaqlar, məhkəməyə çıxardacaqlar, yenə bir cərimə eləyəcəklər. İnzibati hələ həbsə qədər gedə bilər xalan. Sən razı olarsan, xalan inzibati həbsdə getsin. Yox, bəs indi bu razılıq nədir? Bunun son razılığı var belə bir şey ki, yəni bu faizi durdura bilərlər ki, durdursunlar biz o formada ödəyək. Eləyə bilərlər, razılaşa bilərsiniz əlbəttə ki. Mən də onu istəyirəm ki. Elə xalan sroka getməsin. Xalan biraz çətin məsələ. Sağ ol. Razılaşa bilərsiniz, bankla razılaşa bilərsiniz, bəli. Yəni məhkəmədə onlara o formada razılığa gələnmərik də veriləndən sonra. Banklar razılığa gəlmir. Məhkəmədə də gələ bilərsiniz. Əlbəttə ki, bankın əməkdaşı gəlir ora, müəyyən təkliflər irəli sürə bilərsiniz, razılıq əldə edə bilərsiniz, məhkəmədə barışa bilərsiniz, o iddiasını geri götürüb yeni müqavilə bağlaya bilərsiniz. Variantlar çoxdur orada. Təşəkkürlər, yorulmuyorsunuz, var olun. Buyurun, buyurun. Allah xalanızı qorusun. Müəllim heç kimi qoşmayın da zəhmət olmasa bir dənə canlını bəyənməli 300 mini keçək sonra. Dostlar, yeni gələnlər zəhmət olmasa kanala həm də abunə olaq. Adımın yanında plus var. Ona vurub kanala abunə olun zəhmət olmasın. Təşəkkürlər Ayda. 300k eləyin zəhmət olmasa sonra misafirə adam qoşaq. Zəhmət olmasa köməklik eləyin, hamı bəyənsin canlını. Hər 50 dəfə canlı yayın bəyənsin, qoy canlı yayımızı qaldıraq 1000 nəfərə. Bu ki bizim əlimizdədir. Yayıma dəstək verən hər kəsə təşəkkür edirəm dostlar. Səhifəyə takib olub fanat klubuna qoşulub məni sev atın zəhmət olmasa. 43 nəfər yeni izləyicimiz gəlib. Hesab edirəm ki, hələ ki bu azdır. Çünki artıq 1000 nəfər var yayımda. Ola bilməz ki, o 1000 nəfərin hamısı bizim səhifənin üzvü olsun. Dostlar, zəhmət olmasa yeni gələnlər adımın yanında plus var. Ona basıb kanala abunə olun. Artıq demək olar ki, 150 minə çatmışıq. Yapraq House, təşəkkür eləyirəm. 48 nəfər olduq. 51 adam olduq. Yayıma dəstək verən hər kəsə təşəkkür edirəm. Dostlar. Mənim kitablarım həm Qanun nəşriyyatında var, həm də Nərimanovda kitab yurdu mağazasında. Ya töhmə. Buyurun, Kamandar, buyurun. Kamandar bəy. Əli bəy, yəni Kamandar bəy.
5-6 nəfərə birdən qoşmaq istəmirəm ki, bu səs bağlamanı çox adam bilmir, səslər qarışır bir-birinə. Təşəkkürlər Ayda xan. Abdullah, buyurun. Axşamınız xeyir. Buyurun bəy. Vallahi bir daha söz soruşursan, ben bir daha basın olarak öğrenmiştim ben. Buyurun. Bir də səssiz yerdən danışın, dostum. Ben 2012 yılında proje oturmuşam, dollar. Burada da zamin beni polisi olur. Onun ortak götürmüşüm de böyle diyor. Kurban acaba zamin oldu. Sonra da zaman ödədimler buradaydı. İş getdim akşamıydı, pul oynayıp bana üstündeydi. Zaminde de ödəniş yoktu da onunla pul üstündeydi. O necə elə bilər ki, onunla pul çıxılmasın. Valla orada qanunda elə bir şey yoxdur. Hər ikinizi veriblərsə, hər ikiniz də məsuliyyət daşıyırsınız və məhkəmə hər ikinizdən də tutacaq. 2012'de burada 14 ildir ondan işte tutulmur ama benden 3-8 manat pensiya var ama o tutulur. İndi bəlkə onun aylıq maaşı yoxdur, ona görə tutmurlar ondan. Yo şeydi, polis işçisiydi, belə deyirsən. Elə indi də hal-hazırda səhv eləmirəmsə işləyir. Ha qardaş, sənin vəkilin adın olmayıb. Necə yəni o maaş adlı ondan tutulmur, amma səndən tutulur. Ha, məndən tutulur, ondan tutulmur. Yox, dəqiq məsələdir. Onda o zamindir, düzdür? Pul sənin adın tutulur. İlkin adam sənsən də, yəqin səni məhkəməyə veriblər, onu verməyiblər də. Ha, pul mənim adım olub, zaminim də olubdur. Başa düşdüm də, bank səni məhkəməyə verib, onu verməyib. Bəs ondan tutulmamalıydı, nəsə bir şeylər, maaşından. Bankın tələbindən asılıdır. Bank hər ikinizi versəz, bəli, ondan da tutulmalıdır. Ola bilsin, ancaq səni verib, zamini verməyib. Belə bir şey olur da onda ki... Bəli, olur. Bankın tələbindən asılıdır. Bankdalar qolluq gedibdi, indi çəkib əmanətləri sığortalamasına, əmanətləri sığortalamasına bana məhkəməyə verir. Aylıq məndən pensiyamdan tutulur, amma zaminlər heç bir şey tutulur. Mən izah elədim artıq sizə. Mən izah elədim Abdullah. Bu məsələni izah elədim sizə. Uzadırıq, bəzən izah eləyirsən, yenə qaydırıq, eyni məsələni bir də danışırıq. Buyurun. Bay Okuş. Buyurun görək. Səsinizi açın. Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Salam. Aqibətiniz xeyir, bəy. Bundan qabaq bir nəfər məni var. Səsimiz yaxşı gəlmir, dostum. İnternetinizi yoxlayın. İnternetinizi düzəldin bir dənə, gözləyin. Mənim də sağ olsun, internetim mənim. Hə, eşidir indi, danışın. Da mən neynim? Ay Okuş, əlimdən gələni elədim, internetin xarabçısını çıxardıram. Nurlan, buyurun. Nurlan, buyurun. Salam müəllim, hər vaxtınız xeyir olsun. Salam, aqibət xeyir. Müəllim, demək məndə problem nədir? Mən 2016-cı il aprel döyüşlərində yaralanmışam, hərbiçi olmuşam özüm. Sonra mən qulluq eləmək istəmədim, yəni hərbidən çıxmaq istədim. Yaralandan sonra. Sonra elə oldu ki, yəni məni buraxmadılar, nə pensiya çıxartmadılar, nə də belə də buraxmadılar. Məcbur oldum. Nə idi? Həmin vaxtı leytenant idim. Kadr vəzarəti olmuşam. Onun üçün buraxmayıblar da sən. Hə, yəni buraxmadılar, mən də məcburiyyətdən uyğunsuzluqla çıxdım hərbidən. 2017-ci ildə. Təzədən bu 2020 döyüşlərində bilə getdim. Döyüşə növbəti rütbə, növbəti vəzifəyə getdim mən. Mən o vani biletimdən o uyğunsuzluğu silmədilər. Yəni o mümkündür silinməyi, yoxsa necə? Xeyr. O vani biletin elə axıra qədər qalacaq. O dövrdə uyğunsuzluqla çıxmısan, onu necə silsinlər? Bəs ikinci dəfə 2020-də getmişəm axı döyüşə. Bildim könüllü getmişsən, o başqa məsələ. Yox, könüllü getməmişəm, özləri çağırıblar. Zabit kimi çağırdılar. Bəli. Törədilməyəcək. Sonra çünki sən artıq xidmətə çağırılmısan, zabit kimi xidmət eləmirsən. İndən sonra nə ilə də təxris olunsan, sonuncu ona baxacaqlar.
Hə, sonuncu nə ilə təqsir olunmuşam ona baxırlar. Əlbəttə ki, indi o vaxt uyğunsuzluqla çıxmısan, sonra sənin vayimli biletini araşdıran adama denən ki, uyğunsuzluqla çıxmışdım, sonra müəyyən olundu ki, düzgün çıxartmayıblar, qaytardılar mənə xidmətə. Bu da əmrim, bu da xidmətimin sonraki mərhələsi qutardı, getdi. Müəyyən mühafizə qurumları var ki, bəs onu başa düşmürlər axı. Deyirsən, deyir ki, yox, burada yazılıbdır. Qardaş, o başa düşməyən yerdə heç işləmək lazımdır. Onu xırda şeyi başa düşməyən adamla sən gəlib nə işləyəsən orada? Məcbur baxın müəllim, bəs neyniyək? Məncə problem olmaz o, xırda şeydir. Yəni müəllim, mən bunu bilmək istəyirəm ki, mən Müdafiə Nazirliyini məhkəmə yolu ilə eləyə bilərəm. Yəni o həmin Elə bilməyəcəksən, çünki orada müddəti keçirmisən. Üstündən neçə il keçir? 2017-də çıxmışam, paşı 9 il. Yox, müddəti keçirmisən, verəməyəsən, məhkəmə baxmayacaq. Yox, bilirsiniz mən nəyə gedirəm? Yəni 2020-də məni təzədən çağırdıqlarına görə deyirəm. Yəni əsas əlimdə onu tuta bilərəm. Yox. Başa düşdüm mənim, çox sağ olun. Buyurun. Buyurun. Masa bu kimdir? Masaj. Masaj adı nədir bu? Fake buyurun, açın danışın. Axşamınız xeyir olsun Müşfiq müəllim, nə tərsiniz? Salam, axşamınız xeyir. Müşfiq müəllim, mən bir neçə il bundan qabaq elə bil telefon zakaz eləmişdik 3 dənə. Bu gələn telefonları mənim qolum imzam olmadan bir başqası götürmüşdü. Mən də Bakıda işləyirdim, özüm Tovuzda qaldım. İcraatı çağırdı, bəs belə ki, gəl pulu ödə. Dedim, nə pul? Dedi ki, telefon götürübsən. Qolum imzam olmadan mən apardı, yəni hakimin qabağına çıxartdı. Hakimin qabağına çıxartmamışdan qabaq bunlar otaqda söhbət edirdi elə bil. Mən də bunlara qulaq astım, orada müəyyən söhbətlər getdi. Sonra hakim qabağına çıxdım. Hakim qayıtdı, sual verdi ki, bəs Məmmədov Samir, nəyə görə ki, bu telefonu götürübsüz, pulunu ödəmirsiniz? Mən də dedim, vallah, yəni mən zakaz eləmişəm telefonu, amma həqiqətən, yəni fakt mənim qolum imzam olmadan götürüb bir başqasına veriblər. Dedi, hə, hakimdən başqa xahişiniz nədir? Dedim, yoldaş hakim, xahiş edirəm, bu işə araşdırılsın. Elə bunu demişdim, mənə 8 sutka həbs verildi. 8 sutka yatdım, çıxdım. Ondan sonra da Müşfiq müəllim, gedirəm, yəni heç kim şey yaxın durmur, bilə bilmirəm nə varam da. Yəni, ha vaxt gedirəm, eləcə deyir həbs. Bizə dəqiqə qulaq as, sən bunu hara zakaz eləmişdin? Bu Umiko var, Müşfiq müəllim, elə bil bir adamın vasitəsindən Umikodan zakaz elədim, görüntülü elə bil. Amma öz adıma da şəxsiyyət vəsiqəmə. Yəni elə bir qanunda da şey yoxdur ki, gələndə sənin özün ancaq qolu çəkib pulu şeyə götürə bilərsə də telefon ancaq sənin qolun olmalıdır. Bu uşaq da nətər eləyib, nətər eləmişsə mənim qolum imzam olmadan telefonu götürüblər. Bundan da mənim xəbərim yoxdur, həqiqətən xəbərim yoxdur. Mən də hakimə deyirəm ki, hakim, burada 1300-1400 manat civarında pul var da. Mən razıyam, hər aya bölək, məsəl üçün 30-40 da ödəyərəm də, problem deyil. Amma ki, faktı, sübut, yəni mən bunu götürməmişəm. Mənim adıma gələn telefonu başqası götürüb. Sənin məhkəməyə kim verir? Umiko. İcraya vermişdi, bu icra probasiya. Başa düşdüm. İndi Umikonu, bu hadisə nə vaxt olub? Bu hadisənin üstündən Müşfiq müəllim çox keçməyinə, amma daha içinə ora getmirəm, nə bir şey eləmirəm. Gedən kimi də mənə deyir, icraçı deyir ki, gəlib həbs qoyacamsa, gəlib evinizdəki də məsəl üçün nə dəyərli əşyalar var, pula gedən Onu qoyayım, mən götürəcəm. başqa şey araşdırmaq istəyirəm. İcraçı düz eləyir. İcraçının əlində icra qeydi var, qutardı, getdi. Ona görə icraçı öz işini görür. İcraçının günahı yoxdur burada. Sən sadəcə olaraq o 3 dənə telefonu niyə zakaz eləmişdin? Həmənki vaxtı kampaniya var idi, Müşfiq müəllim. Elə bil elə ucuz düşürdü. Hə, neyniyəcəkdin onu, o telefonları? O telefonlar həmənki vaxtı mən bu uşağın telefonundan qeydiyyatdan keçmişdim. Özümə lazım idi. Elə bil evə də verəcəydim, birinə özümə götürəcəydim o telefonu. Yerdə qalırdı, biri də elə bil o da kampaniya düşürdü, mənə sərf edirdi, ona görə götürdüm. O da heç nə, mənim durduğum yerdə bir şey olmamış. Yaxşı, sən ilkin ödəniş eləmişdin onlayn olaraq. Yox, ilkin ödəniş heç nə eləməmişdim. Sadəcə olaraq yazılmışdı Kapital Bank. Mən də baxdım ki, daha dövlət şey eləyirdi, yəni burada yalan dolan olmaz da. Bax belə. Yaxşı, amma mənə da 8 sutq həbs verdilər. Sən icraçı çağıranda sən bildin ki, sən telefon götürmədiyin halda sənin yerinə telefon götürülüb. Sən niyə polisə ərizə ilə müraciət eləmədin? Mən polisə
dedim, zəng elədim polisə də dedim. Polis dedi ki, gedin məhkəməyə, icraçıya deyin deyir. Yox, o elə deyil. Zəng elədin polisə deməklə deyil. Sən harda yaşayırsan? Mən Tovuzda qaldım. Tovuz rayon prokurorluğuna, Tovuz rayon polis şöbəsinə bir ərizə yaz. Getdim Müşfiq müəllim, Allahın da olsun, yəni prokurorluğa kimi getdim, Quranın da olsun. Yəni dedilər ki, yəni sən o pulu ödəməlisən, mənə başqa variant yoxdur. Allahın da olsun prokuratura getdim. Onlayn bəlkə etibarnamə zat vermisən. O adam qol çəkib götürüb sənin yerinə. Yox, burada bir dənə uşaq var idi, onun da başına belə haqq hesab gəlmişdi. Bu ortada olan kuryer, o telefonu gətirən kuryerdən bilmirəm nə tərsi olur, ona pul ödəyirlər, ağarlar, bax elə bil elə götürür. Mən də yəni dürüstlüyümü orada sübut eləyə bilmədim. Də mənə dedi həbs deyir 800 sutka, daha heç nə deyə bilmədim. Yox, onun söhbət hakimin qərarından getmir. Hakim zaten onu araşdırmalı deyil. Hakim müqaviləni qoyublar hakimin qabağına, hakim götürüb təyin eləyib, qərarını verib. Bunu hüquq mühafizə orqanları araşdırmalı idi ki, sənin imzan olmadığı halda sənin adına telefon gəlib, onu başqasına satıblar və bunu da sənin üstüvə yazıblar və bu gün də bunu səndən tələb edirlər. Burada cinayət tərkibi var. İndi Müşfiq müəllim üzrü sayın, burada məndən başqa da gözləyənlər var, hər kəsdən üzr istəyirəm. Bir dənə də söz deyim, xahiş edirəm, çıxıram. Müşfiq müəllim, bəs mən bir dənə ortada pis olduğum şey odur ki, yəni baxma, durduğum yerdə belə çıxmasın, 800 sutka həbs verilib. O telefonu da mən götürəni də bilirəm. O vaxt cəmaət deyirdi ki, elə bil hə, fakt mən götürmüşəm kuryer vasitəsindən, bilmirəm, deyir pul vermişəm, nə tərsə olub götürmüşəm. Sonra həmən insan da boynundan atıb. O adamı da bilirsən ki, o adam kimdir də? Hə, bilirəm Müşfiq müəllim. Onu hardan bildin sən? Çünki mən bu mənim yanımda olanda bu o işimə düzüf qoşmuşdu ki, bax belə bir kampaniya var Umikodan. Mən də fikirləşdim ki, yəni bu mənə fırıldaq gələ bilər, belə çıxmasın da. Dövlət var, qanun var. Həm də o telefon gəlib çatanda mən qolumu çəkib mən götürməliyəm. Mən təhvil almalıyam. Qolsuz elə bir şey yoxdur axı Azərbaycanda ki, kimis adına gələn şeyi getsin bir başqası götürsün onun ixtiyarı olmadan, qolu imzası olmadan. Mən belə fikirləşdim, ona görə razılığa gəldim. Sən bir dənə polisə ərizə ilə müraciət elə. Ərzəli yazım, elə müraciət edim, elə Müşfiq müəllim. Rəsmi qaydada bir dənə ərizə yaz ki, filan vaxtı filan yerə sifariş vermişəm, lakin mən telefon əldə eləmədiyim halda mənim adıma 3 telefon yazılıb, o telefonlar da kiməsə verilib, hazırda bununla bağlı icraçı məni çağırır, lakin mən bildirirəm ki, mən orada heç bir imzaya qol çəkməmişəm, heç bir sənəd imzalamamışam, həmin telefonları götürməmişəm, orada saxtakarı faktı baş verib, xahiş edirəm, araşdırılsın, görək, o telefonları imza eləyib götürən adam kimdir? Polis bununla bağlı araşdırma aparmalıdır. Rəsmi, ərizə ilə rəsmi müraciət elə. Müşfiq müəllim, araşdırılma üzr istəyirəm. Sözünüzü kəsirəm, üzrü sayın. Bəs məsəl üçün araşdırılma oldu da, düzdür? Məsəl üçün bu fakt sübut bilindi ki, həqiqətən bu uşaq yəni bu telefonu götürmüş. Və mənim bu orada yatdığım da o 8 sutka və o nətər olacaqdı? Belə çıxmasında o haqqda da məlumat almaq istəyirəm. Günahsız yerə. O zaman artıq sən bu məsələni mübahisələndirəcəksən. Çünki indiyə qədər bu məsələni sən mübahisələndirməmisən. Ona görə artıq sən belə pis çıxmasın, sənin dilində deyim, sən Maliyyə Naziri məhkəməyə verib kompensasiya ala bilərsən dövlətdən. Bəs indi bunu da deyim daha qutarsın Müşfiq müəllim, üzrü sayın qadası. Mən sabah elə günü səhər gedib, yəni o sizin dediyiniz qaydada yazılı şəkildə ərizə ilə polisə müraciət edeyim. Bəs polis də məsəl üçün bu iş onda da baxılmasa nətər? Onsuz bir dəfə eləmişəm. Baxılmayıb yəni indi siz dediyiniz qaydada. Yox, ərizə ilə müraciət eləmisən indiyə qədər. Yox, yalan deməyim Müşfiq müəllim, yox. Amma belə telefonda dəfələrlə şikayət eləmişəm. Prosta xeyri yox deyirlər, get məhkəməyə. Ərizə ilə müraciət. Sən gedirsən Tovuzda, ola bilər polisə getmirsən. Qapının ağzında duran serjantdan növbətçiyə deyirsən ki, mənim başıma belə bir iş gəlib. O da deyir, get ver məhkəməyə. Yox, Müşfiq müəllim, 102, promo 102-yə zəng eləmişdim mən. Yaxşı, 102-yə məlumat verəndən sonra səndən çağırıb izahat almalıydılar axı. Sən 102-yə nə dedin? Zəng elədin, nə dedin? Bax elə bir mən 102-yə oturmuşam sizə danışdığım kimi, bax belə sizə danışdığım kimi, onlara da bax bu qaydada izah elədim ki, bəs belə, yəni şeylər olub da. Hə, o nə dedi sənə?
O da ki, mən bu söhbət lap çoxdan ondan bəri də, yəni arada nə qədər vaxt keçib üstünə zada da düşmürəm. Prosta indi bura qoşulmaqda səbəb nədir? Yox, Elə bil icra da bizim 102-yə sən bunu izah elədin. 102-də oturan adam sənə nə dedi? heç nə mənə deyirlər ki, götürübsən də, nə deyir, boş-boşuna deyir, məni deyir, necə gətirib ora çağıran yoxdur. 102-də oturan deyir bunu sənə? 102-də yox, 102 o caladığı adam var, başa düşdünüz, indi mən biraz savadsızam, bəlkə fikrimi sizə düzgün ifadə eləyə bilmirəm. O caladığı adam dedi ki, belə-belə, yəni götürübsən, nə pul ödəməlisən, yəni bunun başqa variantı yoxdur. Sən başıva gələni yox, sən dilinlə deyirsən axı ki, mən götürməmişəm və orada heç arada imza eləməmişəm. Ay Müşfiq müəllim, mən sizi başa düşürəm, qadanız alaram. Sadəcə olaraq siz dediyiniz kimi olmur da, mən burada gedirəm, yəni eləcə yola verirlər ki, hə, hım eləyirlər, çıxır, söhbət eləcə bağlanır. Amma sabah sizin dediyiniz qaydada gəlib yazılı şəkildə ərizə verəcəm. Ərizə yaz, bir sürətində prokurora yaz. Toz rayon prokuroruna. Baş üstə Müşfiq müəllim, gecəniz xeyrə qalsın, çox sağ olun qadası. Təşəkkürlər. Babək, buyurun Babək. Salam Müşfiq müəllim. Çox sağ olun. Təşəkkür edirəm qoşduğunuz üçün. Müşfiq xanım, müəllim, belə bir halla qarşılaşmışıq, dələduzluq halı ilə. Deməli, iş adı ilə bizdən pul alıblar, iş görmək adı ilə, metal söküntüsü ilə. Vəd veriblər ki, bu məbləğlə köməkləyirək ilkin olaraq. Ümumi məbləğ 300 mindən yuxarıdır. Maşallah. Buyurun. Bir neçə ildir bu mübahisəli hal alıb gedir. Dəfələrlə getsək də bu gün sabah. Sonuncu dəfə ayın 11-nə söz vermişdi ki, bu ayın 11-nə bəs pulun müəyyən bir qismini gətirib verəcəyik. Ondan sonra da müəyyən bir hissəsini. Dünən bilmişik ki, həmin şəxs 11-i gecə 2-yə 20 dəqiqə işləmiş Latviyaya çıxıb gedib ölkədən. Biz belə deyim də narahatçılıq duyuram ki, prokurorluq orqanlarına müraciət etsəm, indi o pulda bəziləri bizim öz pulumuzdur, bəziləri bir neçə şəxsindir. Pulun mənbəyini soruşarlar, deməkdə çətinlik çəkərik. Bunun hüquqi tərəfini sizdən öyrənmək istəyirdim ki, necə... Pulun mənbəyi haqqında heç kəs sənin sual eləyə bilməz. İndi biz birbaşa prokurorluq orqanlarına yaxınlaşıb... Sovet dövrü idi, o soruşurdular ki, bu qədər pulu hardan qazanmışsan? Babamdan qızıl qalmışdı, aparıb əridib satmışam. Sənə nə hardan? Pulun mənbəyi ilə bağlı heç kəs sənin sual eləyə bilməz. İndi sizdən bunun hüquqi tərəfinin... Amma burada məsələ nədir? O adam çıxıb gedibsə, onu artıq cinayət işi qaldırmaq çətin olacaq. Çünki niyə çətin olacaq? Sən pulu ona vermirsən nə ilə bağlı? İş görmə adı ilə alıb bizdən. İş görmək adı ilə. Yəni. Bizdən deyəndə kimdən? Məndən, bacımın yoldaşıdır bir də. İkinizdən? Bəli. Alan adam kimdir? Nəyinizdir sizin? Alan adam da belə ortaq tanışımızdır. Yaxşı, indi pulu verməyinizi təsdiq edən sübutlarınız var. Bəli, bir neçə müəyyən məbləği kart vasitəsilə göndərmişik. Bir neçə qədərini də öz qaynının vasitəsilə canlı görüşüb vermişik. Sağ ol. İndi burada məsələ nədir? Üzr istəyirəm sizdən. Bir neçə hal şahidi də var. Özü də təsdiq edir bu məbləğləri. Hal şahidi yox. Onların adı şahiddir. Hal şahidi başqa şeydir. Hal şahidi bilirsən nədir? Məhkəmə zamanı. Hal şahidi odur ki, mən məsəl üçün müstəntiqəm, hadisə yerini müayinə eləyirəm. Hadisə yerinə baxış keçirəndə kənardan 2 nəfər gətirirəm ki, maraqsız adamlar, tərəfsiz adamlar, gəlin burada iştirak eləyin, mənim apardığım istintaq hərəkətlərini görün, axırda protokola qol çəkəcəksiniz. Hal şahidi odur. Amma sizin göstərdiyiniz adamlar konkret şahidlərdir. Onlar hadisəni görənlərdir. Həmin o pulun müəyyən məbləğinin bir sahibi isə bizdən dövlət orqanlarına şikayət eləmək istəyir. İndi haqqıdır onun, ona bir söz demirik. Bu da bizdə bir narahatçılıq hissi yaradır. Açığı çəkincəlik də, qorxu hissi keçiririk. Neçə nəfərdən pul götürmüsünüz? Ümumilikdə 4 nəfərdir. Hərəsindən nə qədər pul götürmüsünüz? 25 min birindəndir, 50 min birindəndir, 80 min birindəndir, 30 min birindəndir. Onlar sizdən şikayət eləməmiş, siz bu xaricə qaçan adamdan şikayət edin. Yoxsa ortada qalıb pis vəziyyətdə qalacaqsınız. Elə narahatçılıq keçirdiyimiz durum da budur. Bununla bağlı sizdən bir tövsiyələrinizi istəyirdik.
Siz şikayət eləyin, o adama pul verməyinizi təsdiq eləyən yazışmalar, mesajlar, səs yazıları. Hər biri durur, hər biri Hər çeklərə biri qədər. istintaqa təqdim eləyin. Deyin ki, o adam bizi aldadır. Nəinki bizi, bizim bu işə cəlb elədiyimiz adamlar da var. Onlar da filan kəslərdir. Biz onlardan da pul götürüb bu adama vermişik. Bu adam isə bizi aldadıb qaçıb xaricə. Üzr istəyirəm, indi onun gətirilməsi mümkündürmü? Cinayət işi başlayıb Başlansın. Interpolla axtarışa verilsə mümkündür. O da Interpolla axtarışa verilsə. Amma burada məsələnin digər tərəfi var ki, ona cinayət işi başlanmağın özü də çətinləşib artıq. Çünki nəyə görə? Şəxsin özü burada olmadı. Adamın özü burada yoxdur. Adamın izahatını ala bilməyəcəklər. Düzdür, mümkündür. Cinayət işi başlayıb onu axtarışa vermək mümkündür. Amma çətindir. Çətinlik odur ki, adam özü burada yoxdur. Bəlkə siz ona böhtan atırsınız. Amma onun ailəsi buradadır. Yəni Ailəsinə ümumiyyətlə heç kəs heç nə deyənməz. Məsələ odur ki, bəlkə adama doğrudan da siz pul vermisiniz, onu təsdiq edirsiniz və adam sizin pulunuzu qaytarıb. Nə bilsin müstəntiq onu? Onu dindirməli idi ona görə, izahatını almalı idi. İndi adam da yoxdur burada. İndi sən təsəvvür elə ki, buna cinayət işi qaldırdılar, verdilər beynəlxalq axtarışa. Adam getdi Latviyada tutuldu. Bir 3 ay, 4 aya bu həbsinə yol gəldi. Belə deyək də, orada saxlanıldı, həbs həyatı yaşadı. Gəldi, çıxdı bura müstəntiqin qabağında oturanda dedi ki, qardaş, nə danışsan, mən onlardan pulu almışam. Filan tarixdə də Eldəniz telefonunuzu bağlayın zəhmət olmasın səsinizi. Və filan tarixdə də qaytarıb özünə vermişəm. Bu da mənim qəbzim. Qoydu qəbzi müstəntiqin qabağına. İndi adam da 4 aydır həbsdə yollar gəlib. İndi müstəntiq necə cavab verəcək buna? Bizim ayın 11-nə qədər olan danışıqlarımızda hər birində öz əksini tapıb ki, o adam deyir ki, həmin şəxs mən pulu qaytaracağam, gətirəcəm, arxayın ol, narahat olma, bunları vurğuluyur. Əgər elə siz dediyiniz hal olsaydı, o istəməzdi ki, yəni biz ona böhtan atmırıq da. İndi insaf vicdan deyilən bir anlam var. Mən deyirəm ki, mümkündür. Ona cinayət işi başlamaq mümkündür. Amma çətindir. Bunun üçün siz mötəbər sübutlar təqdim eləməlisiniz. Mötəbər sübutlar. Yəni Həmin pulun adamları biz hansı niyyətlə almasını təsdiq edən sübutlar. Biz Ola digər bilər ki, sən ola bilər ki, ona pul vermirsən borc kimi. O zaman heç kəs ona cinayət işi qaldırmayacaq ki, qardaş borcdur, get ver məhkəməyə al. Sonuncu sualım üzr istəyirəm. O bizim digər aldığımız məbləğ sahibləri də gəlsə bu ifadəni təsdiq eləsə, yəni inandırıcı bir hal mümkündür. Məbləğ sahibləri ona pul verəndə yanınızda iştirak eləyib. Bəli, bəli. Onlar da görüb də o adamı. Bəli, bəli. Bu sizin artıq xeyrinizədir. Təşəkkür edirəm. Gedin Təşəkkür şikayətinizi eləyin, cinayət işi qaldıracaqlar ona. Minnətdaram, var olasınız. Buyurun, sağ olun, təşəkkür edirəm. Eldəniz bəy, buyurun. Salam əleykum Müşfiq müəllim, necəsiniz? Salam. İyisiniz. Təşəkkür edirəm, buyurun. Müşfiq müəllim, mənim bir problemim var. 2019-da bir adamla şəriklik mağazini işlətmişəm. Gül mağazını işlətmişəm. Pandemiya olub, pandemiyadan sonra bu adam məni qoyub tək çıxıb gedib də. Yəni dedi özün verərsən, mənim pulumuz adıma 47.000 pul verib mənə. Öyle ki Abşeron İcra Hakimiyyətində işləyirdi bu adam. 47.000 mənə pul verib, 47.000-dən də bağlı məhkəmənin qərarı zadı çıxdı o üçün. Bunlar mənim pandemiyada 3 il orada mağazin bağlı qaldı. Mən özüm hamısı eləmişəm, hamısı da özüm işləmişəm. İndi məhkəmənin qərarı var, çıxartıblar qətnamə 52.000. 52.000 mən də ayda hər ay 400 manat maaş alıram. Hər ayda 200 manat elə bir ki ödəyirəm. Məhkəmənin qərarından, yəni tabi olaraq baş əyirəm. Yəni məhkəmənin qərarı var, ödəyirəm. Yəni tam olaraq çox ödəyə bilmirəm, 200 manat ödəyə bilirəm. İndi bunlar da məni veriblər İstintaq Ədliyyə Nazirinə. Orada istintaq gedir. Gəl səni həbs edəcəyik. İcra etməməyinizə görə istintaqa verilməmişdən qabaq siz 2 dəfə inzibati məsuliyyətə alınmısınız. Düzdür? Bəli. İnzibati məsuliyyətə alınanda nə cəza verilib sizə? Yox, onunla bağlı inzibati vermirlər. Ola bilməz. Səni məhkəməyə çıxardıblar, məhkəmə cərimə eləyib səni. Qərarı icra eləmədiyin kimi. Düzdür? Bəli. Neçə dəfə? Bir dəfə eləyib 500 manat. Bir dəfə eləyə bilməz, 2 dəfə eləməlidir ən az.
Bir dəfə mənim, yəni yadımdadsa bir dəfə eləyib 500 manat. Yo, 2 dəfə olmalıdır. 6 aydan sonra bir də olmalıdır. Onu ya dəqiq deyil, yəni onu dəqiq bilmirəm, yalan deyə bilmərəm də. Acaba bir dəfə apellyasiya məhkəməsində eləyiblər. Yəni bu 500 manat. Başa düşdüm. Yəqin xatırlamırsan. İndi istintaqa veriblərsə, əslində burada bilsən məsələ nədir? Əgər Edik, təşəkkür edirəm Edik. Minnətdarım Edik. Eşidirsiniz məni? Evdəniz? Bəli. Əgər səni bir dəfə məsuliyyətə cəlb eləyiblərsə, çox güman ki, ikinci dəfə də məsuliyyətə alıblar ki, sənin sənədlərini istintaq idarəsinə göndəriblər. Amma burada məsələ nədir? Əgər sənin 400 manat maaşın varsa və onun 200 manatına yönəldilibsə, maaşınla tutulmalar varsa və sənin başqa əmlakın yoxdursa, sən icraçının çağırışına mütəmadi gedirsənsə, sənə cinayət işin başlanmağı məsələsi rədd olunacaq. Çünki sən borcu qərəzli ödəməkdən yayınmırsan və sənin maaşına da yönəldilib. Onu niyə göndərirlər ki, istintaq idarəsinə? Onu bilmirəm də, onlar indi sizə nə deyim, onlar icrada işləyən adamlardır. Göndəriblər, mənim məhkəməyə olsun, polis olsun, icraçı olsun, zəng ediblər, dərhal getmişəm. Özüm də yasamalda işləyirəm. Özüm də yasamalda işləyirəm. Yəni hər nə dəfə zəng ediblər, mən çıxıb getmişəm. Burası ödəniş 200 manat ödəyirəm. İstintaq idarəsindən səni kim çağırır? Müstəntiq çağırır? Bəli. Orada çağırıb getmişəm, orada da ərzə yazmışam. Müstəntiq də mənə deyir ki, get bunu tam şəkildə birindən borc elə, nə bilim, hardan tapırsan, tap gətir 50.000-i qoy. Mən deyirəm ki, mənim mülküm zadım heç nə yoxdur. Mən işləyirəm 400 manata, 1200 manatı da ödəyirəm. Sən orada izahatında yaz. Mən dövlətin adından çıxarılan qərarı tanıyıram, ödəmək istəyirəm. Mən bilirəm ki, bu qərarı ödəməliyəm. Heç bir mübahisə yaratmıram. Qərarı ödəmək istəyirəm. Sadəcə olaraq hazırda adımda heç bir əmlak yoxdur. Adımda və ya faktiki əmlakım yoxdur. Bankda pulum yoxdur. Avtomobilim, torpaq sahəm yoxdur. Həyat yoldaşınız varmı? Yəni yoxdur da, yəni boşanmışam. Bildim. Yəni onu nəyə görə soruşuram? Yəni həyat yoldaşından birgə nicahda olsan, onu da yazırsan ki, həyat yoldaşımın da hazırda heç bir əmlakı yoxdur. Filan tarixdən mənim maaşımın yarısına yönəldilib. Neçə ayda yönəldilib sənin maaşına? Başlı 8 aydan, 8 aydır. 8 aydır mənim maaşıma yönəldilib. Hər ay mənim maaşımdan tutulur. İndən sonra da söz verirəm ki, əlimə pul düşdükcə maaşımdan da əlavə gətirib yavaş-yavaş ödəyəcəm. Yəni mən söz verirəm ki, çalışıb bunu axıra qədər ödəyib qutaracam. Allah sizdən razı olsun. Yəni icradan sən bu cür izahat versən, sabah səni məhkəməyə versələr də, məhkəmə deyir ki, bu adam icradan yayınmır axı. Çünki o adam cinayət məsuliyyətinə alınır ki, o adam məhkəmə qərarını, qətnaməsini və hökmünü qərəzli olaraq icra eləmir. Yəni varımdır, vermirəm. Yox, sənin yoxunsa bunu hardan verəsən sən? Cinayət işi başlamaq üçün əsas da budur. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı da var. İcra hansı hallarda qərəzli sayılır? İcranı həyata keçirməmək. Səndə əgər qərəz varsa, bunu müstəntiq sübut eləməlidir. Allah sizdən razı olsun. Amma sən onu çalışmalıydın ki, o ümumiyyətlə istintaqa getməsin. Onu icraçı, görünən odur ki, sən icraçının bəzi çağırışlarına getməmisən. Yox, getmişəm, o məsələ, yəni tam şəkildə mən bilirəm nətərdir. Yəni mən ad çəkmək istəmirəm də, yəni bilirəm hər şey. Mən nə vaxt deyib mən çıxıb getmişəm. Buradan yasamaldan mən yəni liderin qabağında oluram da özüm. Çağırıbsa, qaçaqsa gelmişəm ora. Plus icraçı onu spesialini götürdü, apardı, verdi ora. Onların dediyi ilə. Ona görə o
icrada Sənə işləyir də o icra orada, başçısının. orada sənə cinayət işi qaldırılıb, yoxsa müstəntiq hələ material kimi araşdırır bunu? Cinayət işi qaldırıblar. Material kimi 106-cı araşdırma gedir. maddə ilə cinayət işi qaldırıblar ha artıq. Hə. Çox güman ki, verəcəklər məhkəməyə. Ödəməsən. Amma qanunda bir şey var. Məhkəməyə verilsə belə, məhkəmə hökmü çıxan günə qədər, məhkəmə hökmü çıxan ana qədər sən borcunu ödəsən, məhkəmə sənin barəndə cinayət işinə xitam verir. Gələ borcu hamısını ödəyim, nə? Bilsən, qarşı tərəflə razılaşa da bilərsən də. Deyə bilərsən ki, qardaş, gəl bir ərizə ver və yaxud da, indi mən elə şeylər çox görmüşəm. Bu bir də görsən ki, hakim götürür bir il azadlıqdan məhrum eləyir. Səni tutaq ki, bir il azadlıqdan məhrum eləsə, bu borca görə. O borc onunla da batdı, getdi. İkinci dəfə sənə heç kəs tuta bilməyəcək. Çünki məhkəmə qətnaməsinin icrası ilə bağlı ancaq bir dəfə cinayət işi qaldırıla bilər. Sən o cinayət işi qaldırıldı, getdin, məhkumluq həyatı yaşadın, çıxdın. İkinci dəfə artıq icraçı sənə heç vaxt cinayət işi qaldıra bilməyəcək. Allah sizdən razı olsun. Buyurun. Allah sizə kömək olsun. Sağ olun. Dostlar, yayımı zəhmət olmasa bəyənin, paylaşın da. Məzar daşları çox sağ ol. Bizim yuxarıda hədəflərimiz var. Zəhmət olmasa hədəfdəki hədiyyələrdən ataq, yayıma dəstək olaq. Dostlar, zəhmət olmasa həm də kanala abunə olaq. 83 yeni izləyici gəlib. Bir 16 nəfər də gəlsin. Adımın yanında plus var. Ona basın, yeni izləyicilər. 84 nəfər, 100 nəfər eləyək də onu. Bir də bu həftə bizə 23 aktiv fanat lazımdır. Məni sevatın və aktiv fanat olun ki, kanalımıza bir xeyrimiz dəysin. 97 yeni izləyici oldu. 3 nəfər də gəlsin yayıma. 104 oldu artıq. Cinayət işi ilə qoşulmaq istəyən var, çata yazsın. Salamünaleyküm müəllim. Salam Rüstəm, buyurun. Mən bağışlayırsınız, narahat edirəm. Bir problem var, onunla istəyərdim sizin bir fikrinizi öyrənərdim. Buyurun. Mən ikinci qrup müharibə əliliyəm. 93-cü il təvəllüdəm. İkinci qrup müharibə əliliyəm. Könüllü olaraq çağırılmışdım. Pensiya alıram, elə bil 800 manat bir Müdafiə Nazirliyi ilə, 500 manat da ikinci qrup müharibə əlilli olduğuma görə elə bil ki, prezident təqaüdü alıram da, elə bil cəmaət 80 manat alır veteranlar. Mən isə 500 manat alıram. İndi burada məsələ nədədir? Mənim bank atam, rəhmətli atam dekabrın 7-si, keçən il dekabrın 7-si rəhmətə gedib, adında 9000 borc qalıb ATB banka. Elə bil ki, oradan mən zaminəm ona. Amma mənim hal-hazırda anama da zaminəm. Bir də ki, öz kreditim var həmin banka və digər banklara. Yəni, pensiyamı bölsələr, mənə pensiyamdan 200 manat yaşamaq üçün pul qalır. Pensiyanın yalnız 50%-nə yönəldə bilər o bütün o borclar. 50%-dən yuxarı yönəldilə bilməz. Atam da elə bir ki, ödəyirdi 557 manat. Amma mən fikirləşirəm ki, mən bunu nətər ödəyəcəm indi bunlar məndən istəsə. Mənim axırım nətər olacaq yəni, deyə bilərsiniz yəni. Axırını mən necə bilim, qardaş? Onu axıra qalan bilir. Mən heç öz axırımı bilmirəm. Mən sənin axırını hardan bilim? Yox, yəni cinayət kimi açırlar, yoxsa nə olur, yəni bunları bilmək istəyərdim. Yəni maksimum sənin pensiyanın 50%-nə yönəldilə bilər. Nə qədər pensiya alırsan? 797 Müdafiə Nazirliyi. O iki pensiyanı üst-üstə gəl, yalnız onların yarısını, 50%-nə. 50%-ni əlinə ala bilərlər. Bəli. Və yerdə qalan digərlərini mən ödəməyə pul qalmır. Hamısı ora yönəldiləcək, onu böləcəklər onların arasında. Hə, bildim. Məbləği aşağı salıb böləcəklər. Amma nəticədə mən ödəməliyəm də, zaminəmsə yəni. Əlbəttə ki. Hə, bildim. Oldu, çox sağ olun. Allah razı olsun. Təşəkkürlər.
Sorğu göndərənlərin sayı çoxdur. Misafirə qoşulmaq istəyən varsa arada bir gül çiçək atın. Adınız yuxarı dərəcələrə qalxsın. Ayda xanım, çox sağ olun. ...55 nəfər sorğuda gözləyir ay Vüqar. Vüqar, bir də mən deməmiş, yəni belə bir də görsən müəyyən adamlar atılır burada bloka. Yalnız mən deyəndə çıxardı o adamları. Dünən kənar bir yayımçının sözündən götürüb adam çıxardırsan blokdan. Sən yəqin məndə... Sizdə idi, blokda. Fərqi yoxdur. Mən atmışamsa, mən deməmişsən onu çıxartmaq. Mən bilmirəm də nə deyirəm. Buyurun xanım. Salam, hər vaxtınız xeyir olsun. Üzr sayın narahat edirəm. Mən sizdən bir məsləhət almaq istəyirəm. Mənim yoldaşım aprel ayında rəhmətə getdi. Deməli, ölənlərinizə rəhmət. Deməli, biz övladıma pensiya təyin olundu dövlət qulluqçusu olduğuna görə. Artıq ikinci aydır ki, köçübdür kartımıza pul, amma mənim Kapital Bankda kreditim olduğuna görə, bankda gecikməm olduğuna görə, orada da vermişlər məhkəməyə falan. Bunlar məni çağırdılar, getdim könüllü razılıq verdim, aylara bölündü. İyul ayından başlanacaq ödənməyə. İyulun 10'unda, iyunun 10'u getmişəm. İndi pul köçübdür, bunlar götürüblər, stop qoyublar karta. Mən pulu çıxarda bilmirəm. Yəni bunların ixtiyarı çatır ki, uşağa verilən belə götürək yetim puluna onlar bizim nigahımız yox idi, o uşağa verilən puldur da. Mənə ailə başçısı itirməyə görə təyin olunub, yoxsa bilmirəm, uşağa görə təyin olunubdu. Onların ona siz məni çağırdınız, mən getdim ona razılıq verdim. Yəni müqavilə imzalandı, 24 aylıq müqavilə imzalandı, ayda 200-nə qədər ödəməklə. İndi nə qədər pul köçüb sizə? İndi 1174 manat pul köçübdü. Nə heç kontur belə vura bilmirik kartımıza. Uşaq da qızdırmadan yanır. Siz banka müraciət eləyin də. Deyin ki, bəs biz sizlə müqavilə bağlamışıq. Əlbəttə ki, qanunsuzdur. Ortada yeni müqavilə varsa, o pulun hamısını onlar dayandıra bilməz ki. Yəni vapşem o pula əllərini uzada bilərlərəm. Çünki nəyə görə deyir? Əgər yeni müqavilə bağlanıbsa, yeni tarixdən başlayaraq ödəniş eləyəcəksiniz. Hələ dönə-dönə də demişəm ki, kartda heç bir problem yoxdur ki, imzalayanda. Deyirlər, yox, heç nə yoxdur. Siz ödəməsəz, onda gecikmə düşər. Tam qanunsuzdur. Əgər yeni müqavilə bağlamısınızsa, ay dostum, yazırsan bura ki, bəli, stop qoyula bilər. Niyə qoyulur ki, stop? Adam yeni müqavilə bağlayıb, yeni məsuliyyəti üzərinə götürüb, bəli. Və müqavilənin tarixi var ki, filan tarixdə ilk ödənişini eləyəcək. Bəli. Karta köçən pullar indi niyə stop qoyulur? Bir dənə onu izah edə bilərsiniz. Stop qoysun, mənfi qoysun da, desin ki, məsələn 200 neçə manat çıxılsın. Amma hələ ki vaxtı deyil axı, gecikmə salınmamışam bir şey, sizin sözünüzə qüvvət. Tam qanunsuzdur. Banka müraciət eləyin, götürəcəklər onu. Ola bilsin ki, o sistemdə qalıb yeni müqavilədən xəbəri yoxdur onların. Başqa şöbələrdir də, gərək hamısı bir-birinə məlumat. Yox, onlar mən o bankdan çıxana qədər problemli şöbənin əməkdaşları elə bir ki, məni belə püfə-püflə axtarırmışlar, təsadüf nəticəsində düşmüş əməllərinə. Ona görə elə adım başı elə bankın işçisini də yığırdılar. Mehriban xanım imza atdı mı? Mehriban xanım neynədi? Dönə-dönə də soruşdum ki, müəllim, baxın, kartda heç nə olmayacaq. Hələ belə də gülə-gülə dedim ki, müəllim, bax bu yetim pulu da, siz bunu tutmağa ixtiyarınız var mı? Dedi, yox, narahat olun. Amma orada mənə imzalatdırdıqları sənəddə var idi ki, əgər mən gecikmə eləyərəmsə, mənim filan kartıma pulun yönlənilməsinə mən razılıq verirəm. O da ki, hələ iyunun 10'unda bağlandı. O da hələ deyirsiniz ki, müddətə var. Bəli, ilinin 10'unda ödəməliyəm, bəli, müəllim, bəli. Tam qanunsuzdur. Siz təkrar banka müraciət eləyin. Mənə elə gəlir ki, o problem ortadan qalxmalıdır. Minnətdarım. Bir də Müşfiq müəllim, mənim sizlə şəxsi işim var. Mən sizə necə əlaqə saxlaya bilərəm, belə yayımdan əlavə? Yəqin hansısa bir nəyisə məsləhəti. Bəli. Zəhmət olmasa Instagramda yazarsınız da. Tamam. Təşəkkür edirəm. Çox sağ olun Vüqar bəy, siz də qoşduğunuza görə. Siz də sağ olun Müşfiq müəllim. Təşəkkür edirəm, minnətdarım. Yüksək level olan izləyicilər, xahiş edirik, jeton varsa, heç olmasa bir iki dənə gül atın. Bizim yuxarıda gül hədəflərimiz var.
Buyurun. Aleyküm, axşamınız xeyirdir. Aleykümselam. Müəllim, sizdən bir məsləhət almaq istəyirdim. Buyurun. Pandemiya dönümündə mənə cərimə yazılmışdı. Artıq üstündən bir neçə il keçib bu cərimə silinməyib. O cərimə nə Ne vaxt kadar silinir? birader? 100 manat. Ged öde canın kurtar silinəsi de döktü. 5 ildən keçdikdə silinməlidir. Arkadaş silmirlər də qalıb orada 100 manat. Ged öde canın kurtar da problem yaşayacaqsan ona göre. Buyurun cənab. Müşubə salam, hər vaxtınız xeyir olsun. Salam. Deməli 2010-cu ildə biz torpaq sahəsi almışıq. 2015-ci ildə biz həmin evə kupça almışıq torpağa. İndi deməli bir həftə bundan qabaq atam gedib yoxlatdırmağa necə bizə evimizə deməli məktub göndərmişlər ki, propiskada kimsə var bizim üstümüzdə. Amma halbuki orada heç kim propiskada yoxdur. Asal xidmətə yoxlatdırıblar ki, demək 2025-ci ildə bu həyətə, bu torpağa bir nəfər də kupça alıbdı. Nəysə, kupça necə verilə bilər dostum? Eyni yerə ki kupça verilə bilməz. Bəs biz də onu aydınlaşdırmağa çalışırıq ki, bu necə olubdu? Həmin adamı çağırdılar, telefonla danışıblar onunla. Deyib ki, məsələn, sizin eviniz harda yerləşir? Mən fikirləşirəm ki, ola bilər ki, üst-üstə düşübdür. O da izah elədi ki, bizə, bizim evimiz elə bir ki, yolun sağ tərəfində olardı, sol tərəfində bizik. Bəs indi bu necə olacaqdı? Bu ikisi də həmin ev ki, bizim torpağa bağlıdır sənədlərin. Bunu kupça verən idarə var da, BT, Nərmanovda. Yaxınlaşın ora müraciət eləyin, hər ikiniz qoyurlar aydınlaşdırsın. O gələ bilmir, o Rusiyadadır. Gələ bilmir, kupçanın surətini açsın sizə, siz gedin, hər iki kupça ilə bağlı müraciət eləyin, qoyurlar aydınlaşdırsın. Yəni bu elə şey ola bilər ki, məsəl üçün bunu ona versinlər o torpağı. Yox, ola bilməz. Əgər sizin kupçanız bu gün qüvvədədirsə, ləğv olunmayıbsa, Bəli, qüvvədədir. Ola bilsin, orada hardasa bir sürüşdürmə olub, hardasa bir peyklə vuranda nəsə düz gəlməyib, onu onlar aydınlaşdırır. Və siz də deyirsiniz ki, adam deyir ki, mənim evim filan yerdədir. Bəli. Yəni sizin olduğunuz yer deyil, başqa yeri göstərir adam, düzdür? Bəli. Gedin onu BT aydınlaşdıracaq da, həll eləyəcək onu, narahat olma. Texniki səhv də düşə bilər orada. Oldu, çox sağ ol, minnətdaram. Buyurun. Xırda məsələdir, olur elə şeylər. Ərizə verəcək, araşdırılacaq və düzəldiləcək. Texniki hardasa səhv var orada, kadastrda zat. Dostlar, bir dənə zəhmət olmasa, hərə 50 dəfə bəyənsin, 500 min bəyənmə eləyəndə bizim son dövrlər bəyənməmiz demək olar ki, zəifləyib. Başa düşürəm, insanlar, Timur, salamlayıram səni. İnsanlar bəzən telefonu qoyub qulaq asırlar, amma biraz bəyənəyin ki, Orxan, çox sağ ol Orxan. Bir 100 min bəyənməmiz olsun, 500 minə çataq. Baxaq, hələ heç kəsi qoşmuram. Bir dənə 50 min heç olmasa bəyənməm olsun. Arzum kimdir? Arzum barədə nədir? Bir nəfər yoxdur ki, şir atsın. Yox, şir atanlar var, narahat olmayın. Yeni gələnlər səhifəyə takib atıb məni sev atın zəhmət olmasa. TikToker Arzum. Baxdım mən ona dostlar. O zərər çəkənlə barışıq yoxdur. 264 var orada. Prokuror da 9 il, 5 il 9 ay istəyib. Məhkəmə verəcək 5 il 6 ay. Məhkəmə zalında da həbs olunacaq. Mən belə fikirləşirəm, amma yekun qərarı yenə məhkəmə verəcək. Bəli. Buyurun. Dörd uşağın olmağını yüngülləşdirir haldır, amma bu məsələdə heç bir aidiyyəti yoxdur. Ortada 264-cü maddə var. Hadisə yerindən qaçma, o qəsdən törədilən cinayət. Buyurun.
Bir 20 min də bəyənəyin dostlar, 450 min eləyə heç olmaz. Dostlar, ona biz burada qiymət vermirik. Onun təqsiri var, yoxdur. Onun təqsirini artıq məhkəmə avtotexniki ekspertizası müəyyən eləyib. Vizual biz baxmaqla kimin təqsirli olduğunu deyə bilmərik. Onunla bağlı ekspertlərin rəyi var. Orxan, təşəkkür Orxan əzizim. Bizə ən çox dəstəyi ümumiyyətlə həm verilişdə, həm oyunlarda xaricdə yaşayan belə deyə Azərbaycanlılar göstərir. Cinayət işi ilə qoşulmaq istəyən var, çata yazımı da. Zaur, buyurun. Salam, axşamınız xeyirli olsun. Axşamınız xeyir Kamran bəy, buyurun. Müşfiq müəllim, deməli bizdə belə bir hadisə olmuşdu. 2024-cü ildə yəni pul yəni tələbinə qair, yəni mülki iş qaldırdıq. Elə bir ki 2 nəfər, yəni əslində 1 nəfər idi, sonra məhkəmə onu 2 nəfərə böldü. 19 min manatın 8 min manatını bir şəxsə böldü. Harasa 11 min manatını da bir şəxsə böldü. Böldü, cavabdeyin biri 2 dəfə sutkalıq cəzası aldı, 3-cüdə ölkədən stop qoyuldu. Ondan sonra da dedi ki, adımda heç bir əmlak yoxdur, rəsmi iş yeri heç bir şey yoxdur. Ona görə də yəni aylıq 100-150 manata belə razılaşdıq. Yəni bu qaydada ödəyir hələ ki. O biri cavabdeh də 8 min manat borcu var idi. Onun da 5500-ünü ödəyib, ancaq uzun süründürməçiliklə ödəyib də, yəni çox çətinliklə. Bir dəfə də 500 manat cərimə olundu. Cəriməni hələ də ödəməyib. O cəriməni sizə ödəməlidir. O cəriməni dövlət ödəməlidir. Bəli. Yox, sadəcə icra məmuru dedi ki, ödəməyib də. Yəni çünki keçən həftə cümə günü də çıxdı. O yenidən məhkəməyə verdi onu. Orada bildirdi ki, bəs icra məmuru hələ də cərimə ödənilməyib. Sadəcə hakim ona, bu da son 2 ayda ödənişləri eləmir. Yəni heç bir ödəniş eləmir. 2500-də ödənişi qalıb. Və o da deyir, mənim rəsmi iş yerim yoxdur, adıma heç bir şey yoxdur. Hakim ona yəni dedi ki, sən bunu gələn ayın axırına qədər ödəməsən, mən onda sənə yəni sanksiyada nə varsa tətbiq eləyəcəm. Hələ ki, yəni işə xitam verdi. Nə deyin xitam İndi verdi? işə xitam verdi. Yəni xitam ona görə verdi ki, bu adamın qərəzi yoxdur da, sadəcə imkanı yoxdur. Sadəcə bu adam da deyir ki, yəni icra məmuru da danışdı daha sonra məhkəmədən sonra, mən də danışdım. Deyir ki, mən yəni çox çətin ki, yəni ödəyə biləm. Heç onu ödəyə biləcəmmi, onu da bilmirəm. Çünki heç bir yerdə işləmirəm. Mən ona hansı belə deyək də, yəni nə edə bilərəm ki, ondan pulu ala bilim? Siz ona heç nə eləyə bilməzsiniz. Ona nə eləsə icra məmuru eləyə bilər. Siz vətəndaş kimi artıq ona heç nə eləyə bilməzsiniz. Bildim də, yəni Dövlətin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Onun icrasını təmin edən adam məhkəmə icraçısıdır. Sizin artıq belə bir səlahiyyətiniz yoxdur ki, siz artıq ona nə edə bilərsiniz? Siz ancaq icraçıdan... Yəni mən qərardan apellyasiya... Hansı qərardan? Bu işə xitam da, yəni dayandırdı, yəni... Apellyasiya şikayəti vermək hüququnuz var, bəli. Amma orada da müddət var. Onu versəm, nəsə dəyişə bilər? Yəni, çox güman ki, yox. Apellyasiya... Yox, hələ ki qərarı yükləməyiblər. Mən hər gün yazıram, yəni 6 gün keçib artıq, hələ də qərar hazır deyil. Apellyasiya şikayəti verin, amma mən deyim ki, 90% qüvvədə qalacaq. Başa düşdüm. Bəs gələn ayın sonundan sonra mən onu təzədən məhkəməyə versəm nəsə, yəni də daha doğrusu yəni sizin onu məhkəməyə vermək hüququnuz yoxdur. O ancaq icraçı onun protokol tərtib edib məhkəməyə çıxarda bilər. İkincisi də artıq yenə deyirəm, hakimin artıq bu məsələ ilə bağlı qərarı varsa, çox güman ki, hakim onu qorxudub.
belə deyək də, hakim ona dırnaqarası hədə qorxu gəlib ki, cəmaatın pulunu ödə, yoxsa səni bax gələn dəfə tutacam. Amma əslində elə bir şey yoxdur. Hakim artıq bu cür qərar qəbul edibsə, çox güman ki, bir 6-7 ay ona heç kəs heç nə eləyəs deyil. Başa düşdüm. Yəni gələn ayın sonundan sonra da icra məmuru onu təzədən məhkəməyə çıxarsa, o yəni həbs olunmaq ya da nəsə məcburi ödətdirmə kimi bir şey eləyə 6 ay bilməzlər ona. müddətinə çıxartmayacaq onu hələ çıxararaq. Çünki hakim rədd eləyib hara çıxartsın, bir aydan sonra necə versin yenə? Bir 6 ay. Çünki hakim ona dedi ki, gələn ayın sonuna qədər ödəməsən, mən sanksiyada nə varsa sənə onu yenə tətbiq deyirəm edəcəm. də, hakim indi ona deyib də, sən oradasan, sənə görə, səni eşitdirib ona deyir ki, ödə yəni cəmaatın pulunu. Başa düşdüm. Təşəkkürlər. Venera, buyurun. Buyurun Venera. Buyurun. Edo. Axşamınız xeyir Müşfiq müəllim. Salam, axşamınız xeyir. İki dəfə sizin yayınıza qoşulmuşam. Bir daha dedim, bir maraqlanım mən. Bu mənim ev məsələm var idi. Ev almaq niyyətində pul vermişdim də bir nəfərə maklerə. Edo, elə belə bir sənə söz deyim. Bax, 2 dəfə qoşulmuşsan, sənə məsləhət vermişik. Düzdür? Bu da 3-cü dəfə. Bizim yayımıza heç dəstək olmusan, 1-2 gül atmısan, amma səmimi denən. 100%. Atmısansa buyur onda yaxşı. 3-4 dəfə kepkaza da atmışam. Demək şey olmasa, demək şey çıxmır. Hə, yox, bildim. Denə. Deməli, adamın 3 epizodda dələduzluğu var idi. Bir də mənim epizodum. Mən pulun atarısına vermişdim borc müqaviləsindən. Sən zərər çəkmiş idin orada. Bəli. Aha. Məhkəmə oldu Qaradağ rayon məhkəməsində. Adama 2 ay 28 gün həbs verdilər. Aha. Şurdaxanada. İstintaq dövründə. Bəli. Hal-hazırda adam 1 aydan çoxdur Şurdaxandadır. Nə bir qohum əqrabasından, nə heç kimdən, nə müstəntiqlə maraqlanıram da mən. Bir səs soraq yoxdur da. Mən bilmək istəyirdim ki, yəni bunun misal üçün məhkəmə olacaq da yenə bir ay azada. Bu pulu vermirsə, buna mən mülki iddia qaldıra bilərəm. Misal üçün bu bizim iş gedən vaxt elə bir yoldaşından boşanıb bütün nəyi varsa hamısını keçirib yoldaşının adına. Sən mülki iddianı niyə o vaxtda saxlayırsan? İndidən qaldır da cinayət işinin içində. Hə, indidən qaldırmalıyam mən mülki iddianı. Sən get müstəntiqə bir dənə ərizə ver ki, xahiş edirəm bu işdə məni mülki iddiaçı kimi tanıyın. Özünə niyə əziyyət verib sonradan məhkəməyə müraciət eləyəsən ki? Elə müstəntiq səni mülki iddiaçı kimi tanıyacaq. Məhkəmədə də sən həm zərər çəkmiş, həm mülki iddiaçı kimi çıxış eləyəcəksən və məhkəmənin yekun qərarında o pulun sənə tutulub verilməsinə dair qeyd olacaq. Bir işi niyə 2 dəfəyə salırsan? Həbsi onda mən indidən mülki iddiaçı məni tanıtmalıdır. Bir dənə müstəntiqə ərizə verəcəksən ki, xahiş edirəm bu cinayət işi üzrə məni mülki iddiaçı qismində tanıyın. Fardı getdi. Yox, başa düşdüm. Çox sağ olun, minnətdaram. Sağ olun. Bu da belə. Vüqar neçə nəfər qoşmuşuq ay Vüqar? 30 oldu müəllim. Vüqar Elvin gəlib bax, bura 30 leveldir. Nəsə sözün var ona? Elvin zarafat edirəm ha. Vüqar birdən görürsən ki, o deyir axı yüksək levellər. Dəstək olur, sağ olsun. Level buyurun. Level 990. Salam aleyküm. Salam. Salam aleyküm. Aleykümsalam. Hər vaxtınız xeyir olsun Müşfiq müəllim. Aqibət xeyir bəy. Müşfiq müəllim, deməli 2021-ci ildə Bakı şəhərində fəaliyyət göstərən bir türk iş adamına əvvəlcədən danışılmış formada mən ona Azərbaycanda bizdə Bakıda işləyən iş adamlarını tanış eləmişəm. O türk iş adamı onlar üçün məhsullar gətirib Türkiyədən. Və hər iki tərəfin xəbəri ola-ola o türk adamı, iş adamı
belə deyək, gətirdiyi məhsulların üzərində hərəsində 50 qəpik, 40 qəpik mənim üçün də belə deyək də ödəniş eləməli idi. Və bu türk iş adamı Mustafa Kotil, adı Mustafa Kotildir. Bu müəyyən bir vaxt keçəndən sonra mən gördüm ki, ödənişlərdən yayınmaq istəyir. Cəmi bir dəfə 200 manat karta pul atıb. Ödəniş də hardasa 40 min, 60 min manat civarındadır. 3-4 il keçəndən sonra mən onu 16-cı polis bölməsində şikayət elədim. 102-siz falansız. Mülki məsələ deyil dostum bu. Mülki məsələ deyil, məhkəməyə verməliydin onu sən. Hə, mən polis, onu deyirəm də, mən polis şöbəsinə müraciət elədim ki, hansı ki polis idarəsi düz arxasında o ofisi yerləşirdi, ona görə. Orada Asif Qubadov adında əməliyyatçı vardı, yaşlı bir polkovnik leytenant Asif Qubadov. İşi o aparırdı. Həmin günü onu həbs elədilər. Həbs eləyəndən sonra, içəridə həbs eləyəndən sonra məni çağırdılar ki, bəs həbs eləmişik buradadır, gəl. Gəldim, üzləşdirdilər, o da boynunu aldı. Dostum, həbs eləməzlər, saxlayarlar, bəli şəxs kimi. Hə, saxladılar, ayaqqabı bağlarını çıxartdılar, içəri saldılar aşıqaya, izahatını alandan sonra. Mənlə də üzləşdirdilər, dedi ki, tanıyıram və demişəm ki, ona ki... Sizcə onun ayaqqabı bağını niyə çıxartdılar? Yəqin prosedur qaydalarıdır da. Hə, yəni çıxardırlar ki, özünü asıb eləyərdi, ona görə. Abidin çox... Prosedur qaydaları. Hə. Mən nəyi soruşmaq istəyirəm? Orada bu Asif Qubadov müəllim indi hal-hazırda işləmir, pensiyadadır. Mən bu yaxınlarda yenə ona zəng eləmişim. Dedi, mən artıq pensiyadayım, get dəftərxanadan işi götürüb məhkəməyə müraciət etdilər. Yox, bildim, orada həmin gün onu saxladılar. Səhərsi gün yəqin ki, buraxdılar. Səhərsi gün buraxmadılar. Gecə ilə ora o qədər insanlar töküldü ki, adamın Bakıda 4-5 dənə arvadı var. Hərəsi bir rayondandır, hərəsi bir yerdəndir. Türkdür, bildim, onun arvadları töküldü oraya, yoxsa kim gəldi? Bəli, arvadlarının qohumları, hərəsi bir dərədən. Axırı Naxçıvan camiyyəsi onu oradan çıxartdılar və mənim orada bildiyim qədərilə üstəntik məni çağırdı, dedi ki, bizə 5000 pul təklif edirlər, biz götürmürük. Amma deyirlər ki, siz bunu götürün, o müəllimə də heç də verməyin. Biz götürmürük, bu məsələ qalmaqallı məsələdir. Bunu ancaq buraxacaqlar, çox yerdən zəng gəlir. Onu buraxdılar, o getdiyində hal-hazırda Qazaxstanda, Özbəkistanda işləyir. Yox, mən bilirəm, görürsən, o məsələyə başlayanda dedim ki, mülki məsələdir bu. İndi yeganə onun üstünlüyü olub ki, sizin deməyinizə görə arvadı çox olub da, yəni arvadı çox olub, təzyiq çox olub da arvad qohumları tərəfindən. Təzyiqlər çox oldu, bəli, indi mən ona bu yaxınlarda yenə əlaqə saxlamışam, deyirəm ki, mən polisdən deyirlər ki, işi götürüb məhkəməyə müraciət elə, sən o adam izahatında boyun alır, mənim ona verəcəyim var. Nə qədər puldur? Amma demir nə var. 60 minə yaxın puldur. Dostum, çox hasant bir şeydir bu. Sən bir dənə vəkil tapırsan. Bəli. Vəkil tapırsan. Vəkil gedir, sorğu verir, o materialını orada götürür, izahatlarını çıxardır onu. İddia ərizəsi qaldırır, verir məhkəməyə və məhkəmə qərarla o pul ondan tutulur. Adam Azərbaycan vətəndaşıdır, yoxsa başqa ölkənin vətəndaşıdır? Türkiyə Cumhuriyyəti. Yaxşı, indi o məhkəmə qətnaməsi necə icra olunacaq? Tutaq ki, məhkəmə tutdu ki, 60 min manat ondan alınsın, verilsin sənə. O qayıdıb Azərbaycana gələcəyi o adam. Əlbəttə ki, onun ailəsi, uşağı buradadır, şirkətin bir qolu buradadır. Sadəcə olaraq bizdə indi o işlər yaxşı getmədiyinə görə işləri dövr edib Özbəkistana, Qazaxstana. Sən belə elə də, mən sağ yolunu, sən onu məhkəməyə verməsini heç niyə deyirsən ki? Get məhkəməyə müraciət elə. Qoy məhkəmə bu məsələyə baxsın. Çox güman ki, o polisdə olan materiallarla ona qətnamə çıxardacaqlar. O qətnamə yönəlsin icraya, icraçı ona stop qoysun. O ölkə gələndə artıq bir də çıxa bilməsin. Mən də onu soruşmaq istəyirdim sizdən ki, mən vəkilsiz özüm müraciət edib dəftərxanadan işi götürə bilərəmmi? Ay qardaş, sən 60 min manat pul vermirsən, vəkilə bir 1000 manat verməyə Pul verməmişəm, əməlli. Mən pul verməmişəm ona. Mən ona müştəri gətirmişəm. O müştəriyə görə onun mənə ödənişləri 60 min manata çatıb. Mən ona müştərilər gətirmişəm. Azərbaycan bazarından müştərilər gətirmişəm Türkiyə. Türk onlarla iş görüb, mənim payımı mənimsəyib orada. Bildim, o aranızda müqavilə olub sizin? Heç bir müqavilə olmayıb, yox. Amma onun özü etiraf eləyir ki, mənim 60 min verəcəyim. Polisdə izahatında etiraf eləyir ki, bax bu məhsuldan
4000 dənə gətirmişəm, 1 manatdan 4000 manat ona çatacaq. Bu məhsuldan 7000 dənə gətirmişəm, 50 qəpikdən 3500 manat ona çatacaq. Yox, bildim. Bu İndi məhsuldan sənin bu fəaliyyətin qanunsuzdur axı. Sən xeyir Mən- qazanırsan, amma dövlətə vergi vermirsən. Sabah deyəcəklər ki, sənin buradan 60 min gəlirin olub. Dövlətə niyə vergi vermirsən? Ona görə sənin müqavilən olmalı idi. Mən orada nə fəaliyyət göstərmişəm ki, fəaliyyəti o göstərir. Bildim, Fəaliyyət- ay qardaş, sən qazanc istənilən adam, istənilən qazancından vergi verməlidir. Sən Abi mən qazanım verimdə vergili, mən qazanmamışam axı hələ. Başa Mən düşdüm qazancımı ki, ala bilmişəm ki, başa vergi də düşdüm. verim ona. Yox, hep başa düşdüm. Bunun üçün sən müqavilə bağlamalıydın. Onun şərtləri olmalıydı. Kimlə bağlamalıyam müqaviləni? Müqaviləni sən onunla bağlamalıydın ki, bəli, mən sənə tutaq ki, müştəri gətirirəm, müştəridən 2% mənə çatacaq. O müqavilə qeydiyyatdan keçməlidir, notarius təsdiq Müəllim, edilməlidir. ölkədə o qədər belə tanışlıqla iş görənlər var. Kim müqavilə bağlayır ki? Mən başa düşürəm, amma sən artıq rəsmi müraciət edirsən axı məhkəməyə. Siz maşın gətirirsiniz. Mən də sizə bir 10 da müştəri tapıram ki, onlara canqan gətirin Kitaydan. Gətirirsiniz, deyirəm ki, hər maşında mənə 50 manat verərsiniz. Mən onda sizlə müqavilə bağlayıram. Siz maşını gətirin bura, satın. Ay qardaş, Pulu verin, bir müqavilə bağlayaq. Da heç nə yoxdur ortalıqda, nə müqaviləsi bağlayaq. mən bildim, mən dediyimi siz qəbul eləmək istəmirsiniz. Mən deyirəm ki, bu kimi fəaliyyəti sən qıraqdan qırağa eləyə bilərsən. 50 min, 100 min, 500 min də qazana bilərsən. Amma artıq bu rəsmiyyətə düşəndə, sən bunu məhkəməyə verəndə, sabah məhkəmə deyəcək ki, bunun hüquqi əsası olmalıdır. Bu adam bu pulu sənə niyə verməlidir? Hə, mən ona adam tapıb vermişəm. Hə, nə olsun adam tapıb vermişəm? Hə, mən həmin dövrdə işləmişəm də, o qida əlavələri ilə bağlı şirkətdə direktor işləmişəm həmin dövrdə. Başa düşdüm. Rəsmi olaraq MyGov-da da bu dəqiqə adım var. Həmin dövrdə işləmişəm. Mən başa düşürəm, amma bu kimi Vergi də halda ödəmiş. işə baxan məhkəmə deyəcək ki, qardaş, bax sənə bir dənə sual verəcək. Bu adama borc pul vermisən? Xeyr. Mən hakiməm də elə bir. Sənə sual verirəm. Bu adama borc pul vermisən? Yox. Düzdür? İndi bu adamdan 60 min manat niyə istəyirsən? 60 min manat ona görə istəyirsən ki, sən buna qıraqdan qırağa adamlar gətirsən. Düzdür? Bəli. Yaxşı. Bu adam bu 60 min manatı gətirib sənə versəydi, sən dövlətə vergi verəcəydin? Yox. Versəydi verəcəkdim. Verməyəcəydin də qardaş. Bu uşaq deyilik ki biz. Sən ona nə əsasla verirsən dövlətə vergini? Müqavilən yox, bir şeyin yox. Apararsan ki, mən 60 min Onunla manat ağamda pul müqavilə verirəm, yoxdur, bundan sana amma vergi verməyəcəklər. gətirdiyi məhsulların satışı ilə bağlı əlimdə müqavilə var da, ona görə. O Qaymələr var axı o əlimdə. müqavilə səninlə bağlanmayıb. O müqavilə başqalarıyla bağlayıb. Onun sənə aidiyyəti yoxdur o müqavilə. Müqavilədə sənin adın keçir? Yox. Həmin məhsulların satışında hə mənim qolum imzam keçir. Sən kimsən ki orada? MMC-nin direktoru. Başa düşdüm, o MMC-nin direktoruna bu niyə 60 min manat ödəməlidir? Səbəb nədir? Çünki mən ona müştəriləri gətirib vermişəm. Müştərilər mənim sifarişimlə gətirib. Sən ona müştərini verib oradan xeyrini götürürsənsə, bunun üçün əvvəlcədən rəsmi müqavilə bağlamalısan. Başa düşürəm, qıraqdan qırağa bunu çox adamlar eləyir. Amma onlar gəlib dövlətə düşəndə, məhkəməyə düşəndə bu məsələni soruşurlar. Bu məsələ məhkəməyə çıxmasa sən deyəndə qıraqdan qırağa kişiyana deyərsən ki, qardaş, mən sana klient vermişəm, mənim faizimi oradan ver. Düzdür? Belə işləyənlər çoxdur. Amma indi bu dövlətə düşəndə sabah məhkəmə deyir ki, qardaş, bu 60 min saniyə verməli. Hə, mən ona klient gətirmişəm, oradan 10% mapul, 5% verməliyim. Yaxşı, sən bu 5%-i alıb nə etmək istəyirdin ki? Yəni, bu dövlətin vergisi adı yoxdur. Sən bu işdə qazanırsan axı. Qazanırsansa dövlətə də vergi verməlisən. Yaxşı, dövlətə vergi vermirsənsə bu məsələ ilə bağlı, indi dövlətin məhkəməsinin yanına niyə gəlmirsən? Bəs onda yaxşı sizdən bir söz soruşum. Onda niyə dövlətin polisi bu işi orada bağladı? Çünki orada cinayət tərkibi yoxdur. Nə cinayət eləyib ki o adam? O adam sənin pulunu mənimsəyib? Yox. Səndən pul alıb? Yox. Və sən ona klient tapmısan, şifahi sağ deyib ki, sağ buradan hörmət eləyəcəm, indi eləmirəm. Nə var ki bu? Əsassız varlanma var da orada. Əməldə cinayət tərkibi yoxdur burada. Qardaş, bax, mən sənə deyirəm ki, mən bu malı satmaq istəyirəm.
Amma əlimdə qalıb, sata bilmirəm. Düzdür? Sən belə elə. Mənə bir 3 dənə, 5 dənə klient tap, mən buradan sana faiz verəcəm. Sən də mənə inanırsan kişi söhbətinə. Düzdür? Heç bir müqavilə zad da yoxdur. Gedirsən bana 3 dənə yağlı klient tapıb gətirirsən, mən bunlara pul satıram, pulu da qoyuram cibimə. Səhər mənim yanıma gəlsən ki, xeyirli olsun, bəs mənim faizimi ver. Deyirəm ki, vermirəm. Burada hansı hüquq pozuntusu var? Heç bir hüquq pozuntusu yoxdur. Çünki sənin tələbin qanunsuzdur. Və mən sənə verdiyim qanunsuz sözə görə heç bir məsuliyyət daşımıram. Mən sənin mənimsəməmişəm, əmlakını əldə eləməmişəm, səni etibarından sui-istifadə edib sənin əmlakını mənimsəməmişəm. Aramızda heç bir rəsmi müqavilə yox. Hətta rəsmi müqavilə olsa belə, mən sənə oradan faiz verməli olsam belə, verməsəm, yenə burada cinayət tərkibi yoxdur. Bu artıq mülki məsələdir. Məhkəmə yolundan almalısan. Amma indiki şəraitdə nə sənin adında müqavilə yox, nə vöyin açılmayıb, dövlətə vergi verilməyib. Məhkəmə bu iddianı rədd edəcək. Polis də düzgün rədd edib bunu. Burada heç bir cinayət tərkibi yoxdur. İndi onu götürüb məhkəməyə versən belə hakim rədd edəcək ki, tələb özü qanunsuzdur. Yox, siz bir dənə şeyi qaçırtdınız orada Müşfiq müəllim. Mən deyirəm ki, sifarişlər sırf mənim MMC olduğum, MMC-nin direktoru olduğum şirkətin adından gedib ona. Və satış qaymələrində mənim imzam var. Yox, imzamız var idi. Mən başa düşürəm, qardaş. Mən o mülki işi çox gözəl bilirəm. Və qaymələr də polisdə qalıb bu dəqiqə. Mənə bir 2 dəfə zəng vurublar ki, gəl o qaymələri götür. Bildimi? Qaymələr sizin adınızdan verilib. Siz burada ziyan çəkməmisiniz. Sizə ziyan dəyməyib bu işdə. Nə ziyan dəyib sizə? Ziyan dəyməyib axı. Necə mən orada 4 il işləmişəm axı bəs. 4 il o işin üstündə işləmişəm. Gözləmişəm ki, bu satılacaq, mən də pulumu götürəcəm oradan. Mən sizi izah elədim dostum. İstəyirsənsə mən sənə yalandan deyim ki, ver məhkəməyə, məhkəmə iddianı təmin edəcək. Yox, amma polisin verdiyi vərəqədə yazılıb ki, məhkəməyə müraciət olunsun. Bilirəm, polis deyir ki, məhkəməyə müraciət olunsun. Polis deyə bilməz axı ki, məhkəmə bunu rədd eləyəcək. Amma mən sizə onu deyirəm. Polis qanuni qərarını qəbul edib ki, cinayət başlanması rədd olunsun. Yerdə qalan məsələni sənə deyir ki, bu məhkəmə mübahisəlik məsələdir. Bunu çıxart məhkəmə mübahisəsinə, qoy məhkəmə qərar versin. Elə o, yoxsa polis elə məhkəmənin yerinə qərar verərdi ki, ondan alınsın, sənə verilsin də. O deyir, yəni sənin məhkəməyə müraciət eləmək hüququn var. Polis demir ki, məhkəmə bunu sənin xeyrinə həll edəcək. O deyir, yəni sənin belə bir hüququn var. Polis onu yazmasaydı belə, mən də sizə izah edirəm ki, hər bir şəxsin məhkəməyə müraciət eləmək hüququ var. Amma mən deyirəm ki, bu tələb əsassızdır. Çünki aranızda heç bir rəsmi müqavilə yoxdur. Şifahi razılaşmısınız, heç bir vergi ödənişi yoxdur, vöyin yoxdur, adamın da sağ borcu yoxdur, adam heç özü də yoxdur bu. Məhkəmə rədd eləyəcək onu. Mən belə başa düşdüm. Buyurun. Təşəkkür edirəm, sağ olun, oldu, çox sağ olun. Sağ olun, təşəkkür. Allah köməyin olsun. Cəmaət əlinlə verdiyi pulu ala bilmir. Bu qaydada pul alarlar. Bu artıq qalıb yəni kişi yana söhbətədir. Mənim yəni oradan xeyrim var, onu niyə vermirsən? Bax bu söhbət. Dostlar, bir zəhmət olmasa bir 10-15 nəfər də yeni yayım şey gəlsin də bizə. Bu nədir? Bu nə? Adımın yanında plus var orada yuxarıda. Ona basın. 124 yeni izləyicimiz var. İzləyici sayımızı bir 150 eləyə xahiş edirik. Fanat klubuna qoşulub məni sev atın zəhmət olmasa. 15 dənə də 14 dənə də aktiv fanata ehtiyacımız var. Yəni məni sev hədiyyəsi atana 15 dənə ehtiyacımız var. Azərbaycanda avtoritet var, Allah kömək olsun. Adını çəkən banditizm padvalına salırlar. Nə avtoritet? $20 nəfər yeni izləyiciyə ehtiyacımız var. Yeni gələnlər zəhmət olmasa fanat klubuna üzv olsun dostlar.
Vüqar, keçirəm artıq o tərəfə. 2 Oldu saat müəllim, keçək. oldu. Canlını paylaşın, zəhmət olmasa dəstək olun. Avtoritet qaldı 90-cı illərdə daha. Azərbaycanda bir dənə avtoritet var, o da dövlətdir. Qurtardı getdi.